fənnin sinifin sonu üçün verilən təlim nəticəsidir. Bu da dövlət tərəfindən verilir və bu təlim nəticəsini biz illik planlaşdırmada, daha doğrusu bunlar illik planlaşdırmada qeyd olunur. Bir tədris ili ərzində nəzərdə tutulur və illik planlaşdırmada bunlar qeyd olunur. Yox, Daha sonra illik təlim nəticələri, bizə dəqiqə müəllimə, illik təlim nəticələri illik planlaşdırmada yoxdur. Ümumiyyətlə, təlim nəticələri illik planlaşdırmada qeyd olunmur. Bir dənə o gündəlik təlim nəticəsidir ki, onu siz gündəlik planlaşdırmada qeyd edirsiniz. İllikdə yoxdur. İllikdə nə var bəs Lalə müəllimə? İllikdə deməli resurslar, tədris vahidi, orada vaxt, deməli saatlar, mövzuların adları, daha sonra standartlar, bir də ki tarixlər. Bəli, inteqrasiya, bəli, bir də ki resurslar və tarixlər. Düzdür, doğrudur. İndi bəzən müəllimlərimiz deyir ki, axı məndə resurs yoxdur. Olmaya bilər. Dizayn fərqi ola bilər. O dizayn fərqi nədir? Məsəl üçün, birində ümumi ortadır, birində tam ortadır. Məsəl üçün, mən ümumi ortada işləyirəmsə, mənim gündəlik illik planlaşdırmamın dizaynında fərq ola bilər. Hətta eləsi var ki, qiymətləndirmə də yazılır orada. Qiymətləndirmə ayrıca sütun kimi verilir. Amma şəxsən məndə ayrıca sütun kimi deyil. Elə mövzuların bölmənin sonunda KSG, il yarım ilin sonunda BSG. Belə mövzu kimi yazılır yəni. Bu yəni fərqli ola bilər. Bəli. Amma ki, biz illikdə nə iş üsullarını, iş formalarını, nə təlim nəticəsini, nə də ki, o dərsin mərhələləri ki var, refleksiya falan, bunu bura qatmırıq. Gündəlik planlaşdırmada nə var? Gündəlik planlaşdırmada alt standart var, mövzular var, sonra resurs var, inteqrasiya var, inteqrasiya var, tədris vahidi. Nədir tədris vahidi? Tədris vahidi illik dərs saatımızda müəllimə səhv etmirəmsə tədris vahidi. Yox, bölmədir. Tədris vahidi nədir? Bölmə. O yazılır birinci bölmə, ikinci bölmə. Bax, o nə adlanır? Tədris vahidi. Tədris vahidi. Aha. Sonra gündən illik planlaşdırma deyirik ki, siz qeyd elədiniz ki, bəli, illik planlaşdırma əsas götürülür. Daha doğrusu illik təlim nəticələri əsas götürülür. İllik təlim nəticələri var ki, bir tədris ili ərzində müəyyənləşdirilmiş təlim nəticələridir. Yəni, bir tədris ili deyəndə sentyabrın 15-dən iyun 14-nə qədər olan təlim nəticələridir. Amma biz bunu nəyə görə adını burada illik planlaşdırmaya əsasən çəkirik? Amma illik planlaşdırmada yoxdur bu. İllik planlaşdırmanın tərtibatında əsas götürülür. Yəni, ondan istifadə olunur, baxılır. İllik planlaşdırmanı yazmağa nə var ki? Bizə lazımdır dərslik, metodik vəsait, sonra illik təlim nəticələri, yəni tədris ilinin sonu üçün nəzərdə tutulmuş təlim nəticəsi, bir də təqvim lazımdır və salam. Görürsünüz, orada yazılanda əsas götürülür. Amma o illik planlaşdırmada biz onu görmürük. İllik planlaşdırmada təlim nəticəsi yoxdur. Gündəlik planlaşdırmada var. Bəs jurnalda nə var? Lalə müəllimə, jurnalda nə var bəs? Formativ jurnal var müəllimə, bir də elektron jurnal. Sinif jurnalı, yəni sinif jurnalında nə var? Nə yazırsınız sinif jurnalına? Sinif jurnalında dərsin dərsin mövzusunu yazırıq, standartı qeyd edirik. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Tarixi qeyd edirik, tarixi. Neçə dənə əsas standart yazırsınız jurnalda? 2 ya da 3. 2 ya da 3 əsas standart jurnalda. Müəllimə, düzü mən yazmıram. Yalan nə deyim ki, mənim yazılarımı, mənim köməkçim var, laborantum, o yazır. Çünki mənim vaxtım olmur müəllimə yazmağa. O həmişə yazır, amma həmişə də 100% nəticə ilə çıxırıq. Müəllim həmişə direktor yoxlayır. İndi orada açıq sandığı tökməyəcək də pambığı. Əlbəttə ki, onu deməyəcək müəllimə. Orada bəli. Bəli. Əlbəttə ki, özünüz yazmalısınız, özünüz. Amma ki, orada axı biz əsas standart yazmırıq axı. Orada nə yazırıq? Alt standart. Alt standart yazılır da müəllimə. Alt standart. Bəli, alt standart yazırıq. Görürsünüz, əsas standart, neçə dənə əsas standart, siz bir dənə o xırdalığa, o ifadəyə fikir vermədiniz. Biz əsas standartdan ümumiyyətlə istifadə eləmirik dərsdə.
Niyə? Çünki Yalnız alt standart yazılır da. bəli, bəli. Müəllimlər, nəyə görə biz dərsdə Alt standart bax o yazılır. jurnala, gündəlik planlaşdırmaya, illik planlaşdırmaya nəyə görə əsas standart yazılmır? Həmişə alt standart yazılır. Səbəb nədir sizcə? Səbəb nədir? Müəllimə, alt standart daim dəyişir də, səbəb budur ona görə. Əsas standart isə bəzi hallarda dəyişir, ona görə biz yazmırıq. Müəllimə, Aha. təlimin alt standartı reallaşdırırıq da müəllim. Alt standartı reallaşdırırsınız. Bəs nəyə görə əsas standartı reallaşdırmısınız? Niyə onu biz istifadə eləmirik ümumiyyətlə? Çünki deyirik ki, alt standart dəqiq, düzgün, aydın olduğu üçün biz alt standartı istifadə edirik. İndi mən öz ixtisasıma əsasən, öz fənnimə əsasən deyəcəm. Əsas standart necədir? Məsəl üçün, məzmun xəttimiz dil qaydasıdır. 4-cü məzmun xəttimiz Azərbaycan dilinin 4-cü məzmun xətti dil qaydasıdır. Dil qaydasından bir dənə əsas standart çıxardaq. Əsas standart məsələn nitq hissələrini izah edir. Görürsüz bu dəqiq deyil. Niyə dəqiq deyil? Nitq hissələri deyəndə görün orada nə qədər gedir. Deməli köməkçi nitq hissəsi gedir, əsas gedir. Köməkçidən hansını deyir bilmirəm, əsasdan hansını deyir bilmirəm. Amma mən desəm ki, isimlə sifətin oxşar və fərqli cəhətlərini izah edir. Hansı dəqiqdir sizcə? Nitq hissələrini izah edir, yoxsa isim və sifətin oxşar cəhətlərini izah edir? Görürsüz, isim və sifətin oxşar cəhətlərini izah edir dəqiqdir. Çünki mənim alt standartım necə olmalıdır? Dəqiq, düzgün, aydın olmalıdır ki, bax müasir təkmilləşdirilmiş kurikuluma əsasən nə deyirik? Deyirik, hətta alt standartın özünü belə təlim nəticəsi kimi götürə bilərik. Bəli, niyə götürə bilərik? Çünki alt standart necədir? Dəqiq, düzgün, aydındır. Təlim nəticəsi necə olmalıdır? Dəqiq, düzgün, spesifik və aydın olmalıdır, düzdürmü? Ona görə də alt standartın özünü də, bəli, problem yoxdur. Alt standartın özünü də götürə bilərik. Amma biz necə öyrənmişik? Öyrənmişik ki, təlim nəticəsini əgər biz müəyyənləşdirəcəyiksə, nəyin əsasında müəyyənləşdiririk? Nədən çıxardırıq? Məqsəd mənim alt standartdan çıxardılır. Bəli, bəli. Məqsəd alt standartdan çıxarılır. Düzdür. Lalə müəllimə, Yəni alt standart dərsin məqsədi hesab olunmur. alt standart, yox, alt standart Dərsin belə məqsədi desəm, hesab olunmur. Ayson. Yəni biz Yəni əgər dərsin məqsədi çıxardırıq, deyil. özümüz müəyyənləşdiririksə, bu zaman alt standartdan çıxartmışıq. O alt standartdan çıxardığımız nədirsə, onu təlim nəticəsi kimi götürürük. Yəni biz alt standartın özünü də götürə bilərik. Yəni elə bir qadağa yoxdur ki, yəni belə deyək də, alt standartın özünü təlim nəticəsi kimi götürməyək. Götürə bilərik. Dəqiq, düzgün, aydın olduğu üçün götürə bilərik. Amma öyrənmişik ki, təlim nəticəsini ümumiyyətlə əgər müəyyənləşdirəcəmsə, alt standartdan çıxarmalıyam. Dəqiq, düzgün, aydın şəkildə çıxarmalıyam. Bəs yaxşı, Lalə müəllimə, beynəlxalq qiymətləndirmələr tanıyırsınız? Hansıları tanıyırsınız beynəlxalq qiymətləndirmədə? Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Beynəlxalq qiymətləndirmələrdən hansını Səsiniz tanıyırsınız? qısıq gəlir, bilmirəm. Eşidə bilmirəm səsinizi. İnternetimdə problem var mənim. Yoxsa müəllimənin internetində problem var. Məndə elə gəlir ki, aydındır mənim səsim. Hamıda belədir? Aydındır? Bəli. Eşidilir. Əla. Belə deyim. Çox qəşəng eşidilir. Aha. Lalə müəllimə, bir daha təkrar edirəm. Bəli. Beynəlxalq qiymətləndirmədən hansıları tanıyırsınız? Aha. Beynəlxalq Mən qiymətləndirmə. bilmədim. Aha. Hansılardır? Məsəl üçün müəllimlərdən kim deyər? Kim deyər müəllimlərimizdən? Məsəl üçün Prince var idi, Teams var idi, bir dənə də var idi, onu unutdum. Pizzadır. pizza. Hə, pizza, bir də pizza. hə. Pizza sözünü yadınızda saxlayın, pizza. Pizza, Teams, Peerls da deyirlər, Purse da deyirlər. Yəni, bəs yaxşı, soruşsa ki, indi tutdu dilinizdən soruşdu ki, Teams nədir? Teams hansı qiymətləndirmədir? Teams nə üçün? Ümumiyyətlə, hansı qiymətləndirmədir? Teams proqramı qiymətləndirmə proqramıdır, amma nəyi qiymətləndiririk? Nələri qiymətləndiririk? Hansı fənləri? Beynəlxalq qiymətləndirmədir, bəli, amma nəyi qiymətləndiririk də? Riyaziyyat və təbiət elmləri üzrə axşamınız xeyir olsun. Riyaziyyat və təbiət elmləri üzrə
qiymətləndirmə proqramıdır. Riyaziyyat və təbiət elmləri. Sonra, bəs yaxşı, o deyirik Pearls, ona Pearls də deyirlər. Bəs yaxşı, o nəyə xidmət edir? Kim cavab vermək istəyirsə buyursun. Nəyə xidmət edir? Oxuyub anlama keyfiyyətlərini, oxuyub anlamanı müqayisə etmək məqsədi ilə. Düzdürmü? Oxuyub anlama bacarıqlarını müqayisə etmək məqsədi ilə. Yaxşı, bəs PISA nədir? PISA şagirdlərin biliklərini praktikada istifadə etmə bacarığını ölçür. Bəli, müqayisə edir. Biliklərini praktikada, yəni biliyini bacarığa çevirmək üçün istifadə olunan beynəlxalq qiymətləndirmə proqramıdır. Yaxşı, milli qiymətləndirmə, ümumiyyətlə qiymətləndirmənin neçə növü var? Mehriban müəllimə. Mehriban Alxasova burdadır. Mehriban Bəşirova burdadır bəs. Hə, müəllimə, buradayam. Qiymətləndirmənin 4 növü var. Milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, məktəb daxili qiymətləndirmə, bir də yekun qiymətləndirmə. Ay, sağ olun. Milli qiymətləndirməni deyin, elə hamısını deyin yavaş-yavaş. Hə, milli qiymətləndirmədə bizdə var diaqnostik qiymətləndirmə, məktəbdə keçir. Yox, o məktəb daxilidir. Siz dediyiniz məktəb daxilinin bölgüləridir. Milli qiymətləndirmənin özü nədir? Soruşar ki, milli qiymətləndirmə nədir? Milli qiymətləndirmə nədir? Milli qiymətləndirmə ölkə daxilində təhsilin keyfiyyətini müəyyən etmək məqsədi ilə keçirilmiş dövlət, belə deyək də, dövlət səviyyəsində keçirilən qiymətləndirmədir. Nə üçün keçirilir? Yox. O, beynəlxalq qiymətləndirmədir, ölkələrlə müqayisə. Milli qiymətləndirmə təhsilin keyfiyyətini müəyyən etmək ölkə daxilində təhsilin keyfiyyətini müəyyən etmək məqsədi ilə aparılan dövlət səviyyəsində aparılan qiymətləndirmədir. Beynəlxalq nədir bəs? Beynəlxalq da odur ki, ölkənin təhsil keyfiyyətini başqa ölkələrin təhsil sistemi ilə müqayisə etmək üçün, yəni müqayisə aparıb, ümumiyyətlə inkişaf səviyyəsini müəyyən etmək məqsədi ilə aparılır. Bu da nədir? Beynəlxalq qiymətləndirmədir. Yaxşı, bəs məktəb daxili qiymətləndirmə hansılardır? Məktəb daxili qiymətləndirmə, müəllimə, diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə, bir də summativ qiymətləndirmə. Summativ qiymətləndirmə. Ümumiyyətlə, qiymətləndirmə nəyə şərait yaradır, Mehriban müəllimə? Qiymətləndirmə, müəllimə, ümumiyyətlə, belə deyək ki, diaqnostik qiymətləndirmə effektiv planlaşmaya şərait yaradır. Ay, sağ olun. Formativ qiymətləndirmə məzmun standartlarının reallaşmasına xidmət edir. Summativ qiymətləndirmə isə deməli məzmun standartlarının reallaşmasını ölçür, səviyyələrini ölçür. Ay, sağ olun. Nə dərəcədə reallaşdırılmışsa ölçülür. Ay, sağ olun. Düzdür. Nə dərəcədə reallaşdırma səviyyəsini ölçür və eyni zamanda ümumi qiymətləndirmənin özü ümumi şəkildə baxılanda qiymətləndirmə nəyə deyilir? Sonra onu ümumi şəkildə nəyə şərait yaratdığını bildirəcəyik və deyəcəyik ki, qiymətləndirmə görək, müəllim üçün də nəyəsə şərait yaradırmı? Müəllim üçün də bir xeyri varmı qiymətləndirmənin sizcə? Bəli, müəllim üçün bəli. Ümumiyyətlə şagirdlərin təlim nailiyyətlərini deməli ilkin başa salın. Belə deyək də, müəllim üçün xeyri nədir? Müəllim üçün xeyri odur ki, müəllim qiymətləndirmə vasitəsilə öz təlim fəaliyyətinin effektivliyini təhlil etmiş olur. Düzdürmü? Öz təlim fəaliyyətlərinin effektivliyini müəyyən etmiş olur. Təhlil edir, öz fəaliyyətini təhlil edir. Daha sonra öz planlaşdırması, yəni burada gələcək fəaliyyətini planlaşdırmasına şərait yaradır. Müəllimin gələcək fəaliyyətini planlaşdırmasına şərait yaradır. Şagirdin də əlbəttə ki, nailiyyətinin izləməsi, nailiyyətlərinin müəyyənləşdirilməsinə şərait yaradır. Burada şagird də öz strategiyasını həmin o qiymətləndirməyə görə qura bilir. Yəni, güclü və zəif tərəflərini öyrənə bilir. Bəli, bəs ümumiyyətlə yol istiqamət göstərir. Şagirdlərin məqsədə çatmaq üçün yol istiqamət. Şagirdə yol istiqamət göstərən qiymətləndirmə nə idi?
Formativ qiymətləndirmədir müəllimə. İzləyir, fəaliyyətini izləyir, fəaliyyətini. Yaxşı, bəs şagirdin fəaliyyətini istiqamətləndirən nədir? İstiqamətləndirən, deməli, diaqnostik qiymətləndirmə. Yox, qiymətləndirmə nəyi? Əvvəlcədən təqdim edirik onu. Meyarları. Hə, müəllimə, meyar, format, meyar qiymətləndir. Meyarlar. Qiymətləndirmə meyarları. Ay sağ ol. Yaxşı, bəs siz dərsin məqsədini Mehriban müəllimə nə zaman elan edirsiniz şagirdlərə? Dərsin məqsədi nə? Qiymətləndirmə meyarları dərsin əvvəlində müəyyənləşdirilir. Əvvəlcədən elan edilməlidir. Şagirdlərə əvvəlcədən elan edilməlidir. Meyarları nədən çıxarırsınız? Meyarlar, deməli, şəffaf, obyektiv qiymətləndirmənin obyektiv, şəffaf, standartlara uyğun aparılmasını təmin edir meyar. Müəllimə, meyarlar dərsin məqsədindən çıxarılır. Onları da deməli, qiymətləndirmə meyarlarına dərsin məqsədi dərsin əvvəlində şagirdlərə bildirilir. Ay sağ olun, bildirilir. Yaxşı, bəs valideyn sizdən gündəlik şagirdə qiymət yazmasını tələb eləsə, yazarsınız? Bildirərəm. Yox, müəllimə, ona bildirərəm ki, artıq bu kurikulum metoduna, yəni kurikulumun biz həmin bu kurikulum Hansı qiymətləndirmə siyasətinə əsasən? Hə, bizdə qiymətləndirmə ancaq meyarlar əsasında, təlim nəticələrinin meyarları əsasında şagirdin fəaliyyəti izlənilir və ona həmin dərsin deyək ki, keçirdiyi o summativləri, sonra meyarlar hansı meyarlar əsasında Formativ qiymətləndirmə. Aha. qiymətləndirmədə hansı meyarlar əsasında aldığı səviyyələri, summativləri valideynə bildirərək, göstərərək başa salaram ki, bizdə qiymət yazılmır. Qiymət ancaq summativ qiymətləndirmədə keçirilir və deməli bal əsasında yazılır. Sonda nailiyyətini ölçülməsidir. O da şagirdin nailiyyətini ölçülür. Həmin bal əsasında qiymətlə yazılır. Deməli, qiymətləndirmə meyarlarını başa salanda bir də izah edirik ki, yəni meyarla yazanda daha aydın olur. Məsələn, siz də şagirdin fəaliyyəti barədə aydın təsəvvür yaranır sizdə. Amma qiymətlə, bal rəqəmlə qiymət verəndə, qiymətləndirəndə, məsəl üçün, bugün 5 yazmışam, sabahlarım zəif oxuyub, zəif cavab verəndə 3-4 yazanda şagird nə edir? Motivasiyadan düşür. Ona görə də meyarlarla qiymətləndirmək şagirdi inkişafa doğru aparır və eyni zamanda qiymətləndirmə meyarları sayəsində şagird özünün güclü və zəif tərəflərini görə bilir. Düzdürmü? Şagirdin fəaliyyətini istiqamətləndirir, qiymətləndirmənin obyektivliyini, şəffaflığını təmin edir. Doğrudur, Mehriban müəllimə, çox sağ olun. Sağ olun müəllimə. Təranə müəllimə burdadır. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Mən üzr istəyirəm. Bir dənə sual verə bilərəm. Buyurun. Mən indi qoşuldum dərsə, bu MİQ üçün hazırlıqdır da, hə? MİQ də var, bəli, MİQ də var. Yoxsa hər ikisi? Hər ikisi. Hər ikisi, aha. Ayın 1-dən demişdiniz başlayacaq, bugündən başlayıbdı. Yox, bu sınaq dərsidir müəllimə. Sizin qrup üçün, yəni avqust qrupu üçün sınaq dərsidir. Aha. Bir də burada qrupda görürəm 42 nəfər, yəni bu qədər qrupda adam var və bunlara fərdi yanaşmaq olacaq. 2 saatdır da dərsimiz, düzdür? Bəli, bəli, 2 saat ərzində bəli. Yəni izləyin müəllimə, özünüz müşahidə edin. Çox sağ olun. Aha, buyurun. Sonra başqa kimlər iştirak etmək istəyirdi? Bizim ödənişli qruplarımızdan Təranə müəllimə burdadırmı? Yox deyə Təranə müəlliməyə yazmışam da cavab yoxdur. Müəllimə yəqin nəsə işi var, nədirsə. Yaxşı, onda bir dənə baxım görüm. Gül müəllimə burdadır. Ayda müəllimə burdadır, Ayda müəllimə. Yoxdur. Svetlana müəllimə. Bəli, axşamınız xeyir. Axşamınız xeyir olsun. Buyurun, özünüzü təqdim edin. Sizə yaxşı suallarla gəlmişəm. Yaxşı. Mən Məsumova Svetlana İsmail qızı 1970-ci ildə Qax rayonu Qaratala kəndində anadan olmuşam.
İlk orta təhsilimi öz doğma kəndimdə almışam. O vaxtki Bakı Mədəni Maarif Məktəbinin klub işçisi, xor kollektivinin rəhbəri ixtisasını bitirmişəm. Əmək fəaliyyətimə kəndimizin uşaq bağçasından başlamışam, musiqi məşğələsi aparmışam. 26 ildir ki, kəndimizdə musiqi müəllimi kimi pedaqoji fəaliyyətlə məşğulam. Fəaliyyətimin ilk illərində şagirdlərim rayonumuzun mədəniyyət evində keçirilən mahnı müsabiqəsində iştirak etmişdir. Bir nəfər şagirdim ikinci yerə layiq görülmüşdür. Şagirdlərim məktəb tədbirlərində iştirak edir. Musiqi töhfəsini tədbir iştirakçılarına təqdim edir. Diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmişəm. Elm və Təhsil Nazirliyinin 2026-cı ildə 20 iyul tarixində təşkil etdiyi imtahanda iştirak edərək 47 bal toplamışam. Məqsədim, bir müəllim kimi məqsədim Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların tanınmış əsərlər haqqında şagirdləri tanış etmək, böyüməkdə olan nəslin milli, mənəvi, estetik tərbiyəsinin gücləndirilməsi, ümumi intellektual səviyyəsinin inkişafı, istedadlı şagirdlərin aşkara çıxarılmasıdır. Üzündən oxuyuruz da müəllimə, konspektdən, düzdür? Konspektdən axırını oxudum, axırını təzə yazmışam, qalanları əzbər bilirəm. Amma elə danışırsınız ki, müəllimə, elə intonasiya ilə danışırsınız ki, sanki elə bil, belə deyək də, bir hekayə, bir nağıl, yəni bu cür intonasiya ilə deyirsiniz. Ona görə də biraz təbiiləşdirmək lazımdır, təbiiləşdirmək. Yəni adi danışıq tərzi kimi biraz təbiiləşdirin. Sanki elə bir söhbət edirsiniz qarşınızdakı ilə. Problem yoxdur, cümlələr çox dolğun, çox əladır. Biraz amma danışıqda təbiiləşdirmək lazımdır. Üzdən oxuyan bir... Mən ədəbiyyat müəllimi deyiləm, ancaq ardıcıllıq, yəni qənaətbəxş müəllimə. Yox, söhbət orada da yəni belə yavaş-yavaş, belə aramlı-aramlı danışsaz, onlara yorucu kimi gələcəkdir. Ona görə deyirəm ki, orada biraz nə sürətlə danışmayın, nə də yavaş-yavaş, asta-asta, sanki elə bir şeir kimi səslənir. Belə yox. Sanki söhbət edirsiniz. Mən filan kəs, falancı ildə, filan şəhərdə, rayonda anadan olmuşam. İlk təhsilimi filan rayonda almışam. Sonra fəaliyyətim illərində, deyək ki, pedaqoji fəaliyyətim illərində bu kimi sertifikatlarla təmin olmuşam. Yəni belə, gündəlik danışıq kimi. Amma cümlələrinizdə problem yoxdur. Yəni çox dolğun, çox əla. Sadəcə biraz o, necə deyim, o hiss olunmasın ki, siz burada ya belə deyək də, nəsə bir üzünə baxmaq və ya da üzündən oxumuş kimi hiss olunmasın. Ona görə biraz təbiilik qatmaq lazımdır. Deməli, sizə sualım olacaq ki, sinifdaxili konfliktləri necə həll edirsiniz? Deməli, sinifdaxili konfliktləri ilin əvvəlindən başlayırıq biz əslində. İlin əvvəlində şagirdlərlə sinif iclası keçirərək biz öz fikrimi deyə biləsi deyiləm. Hə, deməli, siz sinifdaxili konfliktləri necə həll edə bilərsiniz? Deməli, bunun 3 dənə yolu var. Deyirik ki, birinci sinif iclasları keçirməklə, sonra ortaq dəyərlər yaratmaqla, yazılı ortaq dəyərlər yaradırıq, sonra müəllimin xüsusi strategiyası olur bununla bağlı. Bu, məhz sinifdaxili konfliktlərin həllinə yönəlik strategiyalardır. Və eyni zamanda buzqıran strategiyası var. Buzqıran strategiyası nədir? Oranla heç oxumamışam mən. İlin əvvəlində şagirdlərə keçirilən müəllimə test kimi üsul. Yox. Şagirdlər tanış olsunlar deyə bir-birləri ilə, xarakterlərini bilsinlər, tanısınlar deyə o üsulu... Məqsəd deyil, hə? Onu
tanışlıq Bəli, məqsədilə bəli. aparılır Bir-birlərini və tanımaq üçün ilin əvvəlində sinifə yeni şagird gələndə, ola bilər tədris ilinin hər hansısa bir ortasında ola bilər. O da nə zaman? Sinifə yeni şagird gələndə. Deyək ki, tədris ilinin ortasında sinifə yeni şagird gəlib. Burada Yazılan ki, onlar bir-birini tanısınlar. bəli, məqsəd budur. Bəli. Nə üçün? Bir-birlərini nə üçün tanımalıdırlar? Konflikt halları yaşanmasın, problemlər yaşanmasın, bullying halları yaşanmasın. İndi təbiidir ki, çoxluq olan yerdə, belə deyək də, söz-söhbət də çox olur. Yəni bu problemsiz məsələlər olmur. Amma yenə də onlar əvvəlcədən maarifləndirilmiş olurlar, hazırlıqlı olurlar. Yəni minimuma enir. O konfliktlər, o problemlər biri var, gündə dava ola sinifdə, gündə konflikt ola, gündə bir-birlərinə uşaqlar dalaşar, münasibətləri pozular. Bir də var ki, şagirdlər məsəl üçün çox nadirən baş verə sinifdə konflikt halları. Ona görə nə etmək lazımdır? Əvvəlcədən, ilin əvvəlindən bizim tədbirlərimiz olmalıdır. Deməli, bir daha sayırıq. Sinif daxili konfliktləri həll etmək üçün nə edirik? Birinci növbədə, deməli, sinif iclasları keçirə bilərik. Sonra sinifdə yazılı ortaq dəyərləri yaradırıq. Daha sonra öz qaydalarımızı müəyyən edirik uşaqların vasitəsilə. Bu bəli, sizin sinifi idarə etmək üçündür. Prosedurlar, qaydalar, gözləntilər deyirsinizsə, bu sinifi idarə etmək üçündür. Bir də var ki, sinif daxili konfliktləri həll etmək üçün. Yəni sizin orada konfliktlər Yəni dəxli yoxdur ki, biz o intizam qaydalarını uşaqların diqqətinə çatdırdıq ki, necə aparmalısınız da dərsdə, məktəbdə özünüzü. Bəli, ortaq dəyərlər nə deməkdir? İntizam qaydaları var. Yəni onları uşaqlara əslində maarifləndirməliyik ki, siz necə aparmalısınız özünüzü. Yox, ortaq dəyərlər bilirsiniz necədir? Ortaq dəyərlərdə məsəl üçün şagird burada nə işi tək öz öhdəsinə götürmür, nə də yoldaşının üzərinə atıb özünü kənara çəkmir. Ortaq dəyərlər belədir ki, mən yox, biz anlayışı olur orada. Yəni məsəl üçün kollektivlərdə də olur da, məsəl üçün mən yox, biz anlayışı. Deyirik ki, məsəl üçün birimizin bir problemi varsa, deməli hamımızın problemidir o. Eynilə bax sinifdə olan o ab-havanı da, yəni sinifdə də o ab-havanı yaratmalıyıq. O yazılı ortaq dəyərlər yaratmalıyıq. Şagirdlər o ortaq dəyərlərə baxır və onu xatırlayanda, hər dəfə onların göz qarşısında olanda konflikt halları, problem halları azalır. Bəli, nizam-intizam qaydaları var ki, o öz yerində. Bu məktəbin də nizam-intizam qaydaları var, müəllimin özünün də qoyduğu qaydalar var, ilin əvvəlindən qaydalar, prosedurlar, gözləntilər var, bir-birinizə hörmət edin gözləntisi var, təhlükəsizliyə əməl edin gözləntisi var, doğrudur. Bəs yaxşı, proaktiv və reaktiv müəllim yanaşması nədir? Proaktiv müəllim yanaşması, yəni ki, həmən hadisələrə müdaxilə etmək, yəni yaxşı mənada, tutaq ki, konflikt yaranırsa, müəllim çox da fikirlərimizə manisi olubdur. Mən nə deyirəm? Deməli, necə müəllimə? Mən cavab verə bilərəm. Buyurun. Yazılara baxıram, bəli müəllimlər, düz deyirsiniz. Planlı müəllim və plansız müəllim çatda yazırlar, bəli. Doğrudur. Elə mənim çox plansızam deyəsən. Planlı müəllim və plansız müəllim. Planlı müəllim nə deməkdir? Planlı müəllim ilin əvvəlindən qaydası, proseduru, gözləntisi olan müəllimdir. Proaktiv müəllim sinifi hədə-qorxu ilə, təskü ilə idarə eləmir. Necə müəllimə? Deməli, qaydası, proseduru, gözləntisi ilin əvvəlində hazırdır və proaktiv müəllimin sinifində olan o konfliktlər, o səsküylər minimuma enir və eyni zamanda bəli, proaktiv müəllimin hər zaman bir B planı var, doğrudur. Reaktiv müəllim isə sinifi səsküy ilə, hədə-qorxu ilə idarə edir. Ay səs eləməm, valideynizə deyərəm, nə bilim, direktorun yanına apararam, çığır-bağırla idarə edir. Bəli. Və reaktiv müəllim də o gözləntiləri, qaydaları, prosedurları hazırlayır, amma iş işdən keçəndən sonra.
O Nərgiz müəllimə, indi gəldim, üzr istəyirəm. O direktor söhbətinə, o hansı müəllim idi? İndi gəldim, burada deyil idim. Üzrlü hesab eləyim dinləmədən. aha, Direktora yanına aparan hansı müəllim idi? Yəni hansı üsulaydı? Üzr istəyirəm də. reaktiv müəllim. Reaktiv Aha, müəllim sinifi hədə-qorxu ilə idarə eləyir, çığır-bağırla aha, idarə eləyir. Reaktiv müəllimin belə deyim də, planı, gözləntisi olur, amma ilin əvvəlindən olmur. O bir hadisə, bir problem, konflikt yaşanandan sonra ayılır ki, hə, mən prosedur, qayda tərtib eləməliymişəm. Gedir, prosedur, qayda tərtib edir sonradan. Amma proaktiv müəllim isə hazırlıqlı müəllimdir. O ilin əvvəlindən qaydası, proseduru, gözləntisi tərtib olunubdur. Onun sinifində səs-küy, xaos halları minimuma enibdir. Çox nadir hallarda uşaqlar qaydaları poza bilir və bundan da xəbərdar olur. Yəni artıq bunların qaydası, proseduru hazır olmuş olur. Sonra sosial bacarıqlar hansılardır? Yəni buna yumşaq bacarıqlar deyə sual verirlər. Yumşaq bacarıqlar hansılardır? Sosial bacarıqlar deyəndə, yəni ki, Hı -hı. uşaqların əməkdaşlıq qabiliyyətləri, özlərini davranış qabiliyyətləri nəzərdə tutulur. Hı -hı. Cəmiyyətdə Ünsiyyət, özünü əməkdaşlıq, ünsiyyət, dinləmə bacarığı, liderlik bacarığı, bəli, tolerantlıqdır, humanistlikdir. Bura aid edə bilərik. Doğrudur. Bəs yaxşı. Deməli, biz qrup işləri təşkil edirik. Ən çox verilən sual. Bu suala cavab versin, zəhmət olmasa bircə dəqiqə. Deməli, Səba müəllimə. Səba müəllimə, qrup işini necə qiymətləndirirsiniz? Necə keçirirsiniz və necə qiymətləndirirsiniz? O qrup işini necə təşkil edirsiniz? Baxın, ən çox verilən sualdır. Ən çox verilən. Və bu imtahanlarda da görürdük ki, qrup işindən sual bir dənə də olsun salırdılar. Ona görə də nə etməliyik? Hazırlıqlı olmalıyıq. Qrup işinin ilk öncə təşkili, sonra necə hazırlayırıq, necə olmalıdır, neçə nəfərdən ibarət olmalıdır? Nazlı müəllimə, danışa bilərsiniz? Buyurun. ən azı 3-4 nəfərdən ibarət olmalıdır qruplar. Hı -hı. Burada 4-5 qarşı nəfər. 4-5 bəli, nəfərdən ibarət olmalı. O uşağın sayına da baxır, bəli. 4-5 nəfərdən ola bilər. Yəni 4-5 nəfərdən çox ola bilməz qətiyyən. Sonra qruplar müxtəlif biliyə sahib olan uşaqlar olmalıdır. Yəni Hı qrup -hı. işində. Tevhid qrupları deyirik. Bu qarşı- tevhid qruplar ümumiyyətlə iki cür olur da qruplar. Bilirsiniz, hansı qruplardır? Heterogen və homogen qruplar. Homogen Hı qruplar. -hı. Nazlı Yəni müəllimə danışmaq istəmədi. bəli. Eybi yox. Hə. Başqa məsəl üçün Günel müəllimə, siz qrup işini necə təşkil edirsiniz və necə axşamınız xeyir olsun. Necə təşkil edirsiniz və necə qiymətləndirirsiniz? Qruplar sinifdə uşaqların sayına əsasən 4-5 nəfərdən ibarət, yəni təşkil olunmalıdır. Qrup işində şagirdlər arasında əməkdaşlıq, sonra eyni zamanda müəllim yaxşı müşahidəçi olmalıdır. Onların qrupda fəaliyyətləri, bir-birinə köməkləri, dəstək olmaqları, hansı işi eləyir, bunları müşahidə eləməliyik, onları fərdi də qiymətləndirməliyik. Qrupun daxilində bunu da əvvəldən elan eləməliyik. Çünki məsələn qrupda bir şagird fəaldırsa, digər şagirdlər də ona görə qiymət almamalıdırlar. Hərə öz öhdəsinə düşən işi layiqincə yerinə yetirməlidir. Qrup işində şagirdlər özləri qrup liderini seçirlər, təyin eləyirlər. Biz sadəcə çalışmalıyıq ki, hər dəfə eyni şagird, məsələn, təqdimatda eyni şagird çıxıb iştirak eləməsin, yaxud da hər dəfə qrup lideri eyni şagird olmasın. Yəni bunlar bütün şagirdlər arasında hər şagird bir dəfə bunu təkrar, yəni hər şagirdə bir dəfə bu bacarıqlar hansı şagirddə zəifdirsə, müəllim daha çox o şagirdlərə həmin qabiliyyətləri, bacarıqları inkişaf etdirmək üçün qrup liderliyidir, təqdimatdır, yaxud da vaxtın bölünməsidir və sair bunları uşaqlara görə müəllim də bölməlidir eyni zamanda. Və şagirdlər də qiymətləndirmədə bəli, bunların da hamısı nəzərə alınıb. Sonda şagirdləri qiymətləndirəndə həm ümumi təqdimata görə qiymətləndiririk,
ortaya çıxartdıqları işə görə, vaxt İdraki bölgüsünə görə, bacarıqlarına görə. əməkdaşlıqlarına görə, bəli, həm də fərdi qrup daxilində də şagirdləri qiymətləndiririk. Qruplar da bilirik, heterogen və homogen qruplar olur. Heterogen qruplar bizim dərs keçdiyimiz siniflər heterogen qruplardır, müxtəlif səviyyəli uşaqlardan təşkil olunmuşdur. Homogen qruplar isə sabit qruplardır, dəyişməz qruplardır. Bu əsasən bizdə tətbiq edilmir, xarici ölkələrin bəzilərində tətbiq edilir. Və eyni zamanda qeyd edirik ki, homogen qruplar nə üçündür? Homogen qruplar şagirdlərin səviyyəsini qaldırmaq üçündür, düzdür? Yəni bizdə də keçirilir. Birinci səviyyədə, birinci, Bizdə də ikinci, keçirilə bilər. üçüncü, dördüncü səviyyədə olan uşaqlar olur. Məqsəd birinci səviyyədəki uşaqları dördüncü səviyyəyə gətirib çatdırmaqdır. Aysun. Ən gözəl üsul da mənə elə gəlir ki, o üsuldur. Bilirsiniz niyə? Çünki güclü şagirdlə zəif şagird düzdür. Zəif şagird güclüdən öyrənəcək, amma müəyyən məsələlərdə güclünün kölgəsində qala bilər. Amma zəif şagirdlərə homogen qruplar təşkil edəndə differensial yanaşmaq daha asan olur. Yəni onların səviyyəsinə uyğun səviyyəsindən biraz çətin, yəni onları inkişaf etdirmək üçün. Səviyyəsindən biraz çətin tapşırıqlar veririk, onları inkişaf etdirmək üçün və eyni zamanda təbii ki, bu hər zaman sabit qalmır. Çünki mövzu dəyişdikcə şagirdlərin akademik bilikləri də dəyişir. Şagird inkişaf edir axı. Birinci səviyyədə olan uşaq keçir məsələn ikinci qrupa. Məsəl üçün birinci qrup birinci səviyyə, ikinci qrup ikinci səviyyə, üçüncü qrup üçüncü səviyyə, dördüncü qrup isə dördüncü səviyyə olur. Bu hər zaman stabil qalmır. Yəni hər zaman birinci dəfə keçirdiyimiz qrupda, yəni qrupda olan uşaq ikinci dəfə keçiriləndə həmin qrupda qalmır. Təbii ki, məqsəd nədir? Bunu inkişaf etdirmək. Bu birinci qrupda olan uşaq keçəcək ikinci qrupa. Yəni ikinci səviyyəyə. Səviyyələrini yüksəltməkdir məqsəd. Bəli. Heterogen qruplar isə heterogen qarışıq qruplardır ki, burada zəif şagirdlər güclülərdən öyrənir və burada aktiv öyrənmə bir şərait yaranır, yəni mühiti yaranır. Bəs yaxşı, siz qrup işlərində narazıçılıq olanda, Günel müəllimə, narazıçılıq var deyək ki, şagirdlərin ya mübahisəsi mi deyək rollar üzərində və yaxud da hər hansısa bir şagird deyək ki, imkan vermir yoldaşına. Yoldaşları işləsə, ancaq özü işləyir, ancaq özü cavab verir suallara. Bu zaman bir müəllim kimi nə edirsiniz? Yox, şagirdlər arasında həmişə qrup işi işləyən zaman da saxlamaq lazımdır. Onlar arasında empatiya hissi. Bəs biz bu qruplarla işi nəyə görə istəyirik? Uşaqlarda empatiya hissi, qarşılıqlı hörmət, əməkdaşlıq yaransın deyə. Yəni bunları formalaşdırmaq üçün. Aha, indi deyək ki, siz bunu müşahidə elədiniz. Siz bunu müşahidə elədiniz, düzdürmü? Əlbəttə ki, Bəli, əgər görürəm ki, hansısa məsələ rollar üstündə yaxud da nədənsə onlar arasında mübahisə yaranıb, öz aralarında bunu həll edə bilmirlərsə, onda onları mən təyin eləyirəm. onda siz müdaxilə Təqdimatı edirsiniz. kim eləsin? Bəli, müəllim onda Bəli. müdaxilə edir. Eyni Bəli. zamanda müəllim əgər qruplarda iş düzgün getmirsə, düzgün istiqamətləndirmədə də müdaxilə eləyir. Vaxtında müdaxilə eləmək lazımdır. Bəli, bəs yaxşı. Sual verə bilərlər ki, şagird icazə vermir və eyni zamanda yola getmədiyi bir yoldaş da ola bilər qrupda. Məsəl üçün deyir ki, müəllim, məsələn, mən bunu istəmirəm, digər yoldaşım gəlsin qrupa və yaxud da görürsüz ki, narazıçılıq var, düzgün əməkdaşlıq edə bilmirlər. Bu zaman nə etmək lazımdır? Bu zaman bizim qrup qaydalarımız var. Qrup qaydalarının içərisində nə yazılıbdır? Qrup qaydalarının içərisində bax düzgün əməkdaşlıq qaydaları, yəni uşaqlar hansı meyarlar əsasında qiymətləndirəcək, yəni qiymətləndirilən zaman nələrə diqqət yetiriləcək qrup işində bunlar yazılır. Məsələn, orada əməkdaşlıqdır, ünsiyyətdir, cavabdehlikdir, liderlik bacarıqlarıdır. Şagirdə qrup qaydalarını xatırladanda, məsələn, o şagird ki, deyir, mən bunu istəmirəm, o birisi yoldaşımı gətir qrupa və ya da bununla bir qrupa düşmək istəmirəm. Bu zaman əlbəttə ki, biz qrupları təşkil edəndə uşaqlar arasında olan münasibətləri də nəzərə almalıyıq. Konfliktdə olan uşaq əlbəttə ki, bir qrupda işləyə bilməyəcək. Amma əgər uşaq məsəl üçün qəbul etmirsə yoldaşını, bir konflikt yoxdur, amma sadəcə onunla bir qrupda olmaq istəmir. Düzgün əməkdaşlıq qura bilmirlər, yola gedə bilmirlər. Bu zaman nə edəcək? Qrup qaydalarını həmin şagirdə xatırlatmaq lazımdır ki, sən yəni bu qaydalar əsasında qiymətləndiriləcəksən. Yəni sənin əməkdaşlığın, ünsiyyət bacarıqların, vəzifə bölgülərinə görə qiymətləndiriləcəksən. Artıq uşaq da özündə bir məsuliyyət hiss edir ki, yəni mən əməkdaşlıqdır, ünsiyyətdir. Bu kimi bacarıqlar mən əgər yoldaşlarımla yola getməmsə, deməli mənim əməkdaşlıq bacarığım zəifdir. Yəni bunu hiss edir, bilir ki, müəllim də Nərgizmənlə reallığı danışaq, sözümüzü baldan keçək. Demək, bu sistemi mən
Aha, Kəmal Hər müəllim, dərs. olar sözünüzü axıra saxlayın. Çünki mən sizdən soruşacağam. Fikrimi tamamlayım, çünki vaxta az qalır. Deməli, o rol bölgülərini verəndən sonra, rol bölgülərini təqdim eləyəndən sonra, şagirdlər orada bilir ki, artıq necə qiymətləndiriləcək. Buna görə də şagirdlər arasında narazıçılıq yaranmır. Və eyni zamanda şagird artıq bilir ki, hansı meyarlar əsasında qiymətləndiriləcək. Bununla yanaşı, məsəl üçün deyə bilərik ki, şagirdlə təbii ki, dərsdən sonra fərdi söhbət aparacaqsınız və eyni zamanda əməkdaşlığını təmin etmiş olacaqsınız. Məsələn, əgər birlə yola getmişsə, münasibəti pozulubsa əgər, deməli, nə etmək lazımdır? Şagirdin ünsiyyət bacarıqlarının, əməkdaşlığını ümumiyyətlə təmin etmək lazımdır. Və bununla yanaşı, bax, sual verilə bilər ki, sizə, bax, bu sosial bacarıqlar, bu həyati bacarıqlar da adlanır, yumşaq bacarıqlar da adlanır. Yumşaq bacarıqlar, həyati bacarıqlar, sosial bacarıqlar, bu üçü eynidir. Bir də var sərt bacarıqlar. Sərt bacarıqlar nədir bəs? Sərt bacarıqlar bizim bildiyimiz o idraki bacarıqlardır. Məsələn, analiz etmə, təhlil etmə, şərh etmə, izah etmə və yaxud da hər hansısa bir deyək ki, təhlil də hesablamaqdır. Bu idraki bacarıqlar, yəni bir növ bilik üzərində qurulan. Amma ki, sərt bacarıqlar isə, daha doğrusu yumşaq bacarıqlar isə, yumşaq bacarıqlar bildiyimiz o sosial bacarıqlar əməkdaşlıq, ünsiyyətdir. Doğrudur. Bəs yaxşı. Deməli, Yaqut müəllimə, müəllimdə hansı keyfiyyətlər olmalıdır? Yaqut müəllimə, müəllimdə hansı keyfiyyətlər olmalıdır? Hansı keyfiyyətlər olmalıdır? Günel müəllimədən başqa kimsə cavab vermək istəyirmi? Məsəl üçün, burada Şərəbanu müəllimə var. Heç vaxt səsini eşitməmişəm. Buyurun, Şərəbanu müəllimə. Müəllimdə liderlik bacarığı olmalıdır, humanizm bacarığı olmalıdır. Yerdən danışmayın, xahiş edirəm. Baş. Sualı kimə bilirsiniz niyə? Sonra müəllimlər narazıçılıq edir. Müəllimlərin hamısı iştirak etməlidir. Hamısı iştirak etməlidir. Ona görə axşamınız xeyir olsun. Müəllimdə hansı bacarıqlar olmalıdır? Bax, deyək ki, mən PDF-i göndərmişdim qrupa. O PDF-ə nəzər salmısınızmı? Orada müəllimlərin, belə deyək də, keyfiyyətləri var. Şəxsi keyfiyyətləri və peşəkar keyfiyyətləri. Bunlar hansılardır? Düzü PDF-ə baxmamışam, amma müəllimdə ədalətli olmalıdır, empatiya qurmağı bacarmalıdır. PDF-ə hələ baxmamışam da. Deməli, müəllimin şəxsi keyfiyyətlərindən nə ola bilər? Müəllim şəxsi keyfiyyətləri odur ki, ədalətli olmalıdır, humanist olmalıdır, səbirli olmalıdır, təmkinli olmalıdır, bəli, doğrudur, empatiya qurmağı bacarmalıdır. Empatiya. Yəni bir insan kimi qarşısındakını başa düşməlidir, anlamalıdır. İstər şagird olsun, istər müəllim olsun, istər digər həmkarları olsun. Bu bunun müəllimin şəxsi keyfiyyətləridir. Bəs peşəkar keyfiyyətləri hansılardır? Peşəkar deyəndə nə nəzərdə tutulur? Öz fənnini daha yaxşı mənimsətməyi bacarmalıdır da. Peşəkar keyfiyyətləri də bu ola bilər. Peşəkar keyfiyyət odur ki, öz fənnini yaxşı bilməlidir. Yəni buna nə deyirik biz? Akademik bilik, düzdürmü? Akademik biliyə sahib olmalıdır, akademik biliyi yüksək olmalıdır və eyni zamanda metodik bacarıqları olmalıdır. Metodik bacarıqlar nədir? Yəni sinifi idarə edə bilmək, şagirdi öyrətmək bacarığı, eyni zamanda öyrənmə mühitini təşkil etməkdir. Bu bildiyiniz bu sinif mühitində olan bu öyrənmə mühitidir. Və eyni zamanda davamlı peşəkar inkişaf olmalıdır. Düzdürmü? Davamlı peşəkar inkişaf. Müəllim daima öz üzərində işləyib, özünü inkişaf etdirməlidir. Bəli, sonra bəs yaxşı. Neçə ildir işləyirsiniz Şərəbanu müəllimə? 26 il. Maşallah. 26 ildə sizin məktəbə töhfələriniz nə olub? Məktəbə töhfələrim təbii ki, öz fənnim üzrə ola bilər. Fənnimdə şagirdlərə mənimsədə bildiyim fənnimin keyfiyyətləri, əl qabiliyyətləri, belə şagirdlərin qabiliyyətləri. Təsvir incəsənət müəlliməsiyəm. Bəli. Yəni siz belə deyək də, onu bir emosional tərzdə bir başa salın, izah eləyin.
Sanki elə sizin o öyrətdiyiniz o böyük töhfə deyərdim də. Yəni bir fənn müəllimi kimi təsvir incəsənətdir də, düzdürmü? Təsvir incəsənətin Bəli. siz onun sirlərini, gözəlliklərini, təsvir incəsənətlə bağlı biliklərə yiyələndirirsiniz uşaqları. Bundan gözəl nə ola bilər ki? Siz onu biraz emosional şəkildə çatdırın. Emosional deyəndə yəni biraz emosionallıq qatın. Bədii Onu cümlələrlə. Ayson. Deyin ki, şagirdlərimin akademik biliklərinin yüksəldilməsinə nail olmuşam və eyni zamanda təlim nailiyyətlərinin yüksəldilməsi, öz fənnim üzrə biliklərinin təkmilləşməsinə nail olmuşam. Öz fənnimin sirlərini şagirdlərə öyrətmişəm, gözəlliklərini öyrətmişəm və öz fənnimi, təsvir incəsənət fənnini şagirdlərə sevdirmişəm. Eyni zamanda seminarlar, açıq dərslər keçirməmisiniz, Bəli, bəli. keçirmişəm deyin. Deyin, o da bir töhfədir. Keçirmişəm, onu da keçirmişəm. Sərgilərdə də daha çox belə iştirak etmişik. Bəli, Birlikdə sərgidə. mən Kəlbədinlə söz alıram. Danışın ki, məsəl üçün mən açıq dərs keçirmişəm, seminarlar keçirmişəm. Hətta yeni gələn müəllimlər üçün öz təcrübəmi də bölüşmüşəm. Yeni gələn müəllimlərlə. Məsələn, gəlirlər açıq dərsinizdə əyləşirlər. Olub da indi təzə gələn müəllimlər gəlib açıq dərsinizdə əyləşirlər. Onlara da maraqlı gəlir. Müasir metodlardan, interaktiv metodlardan istifadə edərək şagirdlərimin akademik göstəricilərini yüksəltməyə nail olmuşam. Bəli, yəni hər hansısa bir deyək ki, istedadlı şagirdləri hər hansısa bir tədbirə, sərgiyə, əl işlərinin çıxarılmasını, eyni zamanda potensial imkanlarının üzə çıxarmasına nail olmuşam. Bundan gözəl nə ola bilər? Sizin məktəbə töhfəniz, yəni ola bilər. Özünüz əlavələr də edə bilərsiniz. İndi bəlkə də o qədər nailiyyətlər, o qədər töhfələriniz var ki, demirsiniz. İndi bunu əlavə edə bilərsiniz, yəni. Sonra belə sual verilə bilər ki, sizə dəfələrlə verilmiş sualdır. Deməli, təhsilin əsas məqsədi nədir? Təhsilin əsas məqsədi şagirdləri həyata hazırlamaqdır da, şəxsiyyət kimi həyat. Şəxsiyyət kimi yetişdirmək. Sonra Əmək fəaliyyətinə hazırlamaq, bir mütəxəssis kadr kimi hazırlamaq, bir də müstəqil həyata hazırlamaq. Düzdürmü? məsələn, Şəxsiyyət kimi yetişdirmək, mütəxəssis kadr hazırlamaq, bir də müstəqil həyata hazırlamaq. Təhsilin əsas məqsədi budur, bəli. Yaxşı, bəs Şərəbanu müəllimə, deməli, bayrağımızda olan o yaşıl rəng nəyi simvolizə edir? İslamlığı simvolizə edir. İslamı. İslam deyəndə, yəni necə başa düşək bunu? Başa bilmədim mən necə deyim o. Yəni baxın, yaşıl rəng, siz sayın. Yaşıl rəng nəyi bildirir? Qırmızı nəyi bildirir? Göy nəyi bildirir? Bayrağımızın rənglərinin mənasını. Bunu deyə bilərlər. Bunu deyiblər. Çaşdım. Göy rəng türkçülüyümüzü. Türklüyü bildirir, bəli. Yaşıl rəng İslamlığı bildirir, qırmızı da Yəni İslamlıq deyəndə bizim dinimizin İslam dini olmasını yəni nəzərdə tutursunuz da, düzdürmü? bəli, İslam dinidir. Aslında bizim dinimiz İslam dini deyil. Bizim rəsmi dinimiz İslam dini deyil. İslam dini. Hayır, bizim rəsmi dinimiz yoxdur. Azərbaycan rəsmi dini yoxdur. Bəs nəyə görə məktəblərdə dini təbliğ etmək olmaz? Qadağandır. Nəyə görə? Çünki Azərbaycanın rəsmi dövlət dini yoxdur. Din dövlətdən ayrı fəaliyyət göstərir. Demokratik bir ölkək ona görə. Yəni söhbət təkcə İslam dinindən getmir. Ola bilər kimsə xristian dininə sitayiş edir, gəlib onu məktəbdə təbliğ edə bilməz və yaxud da kim hansı dinə sitayiş edirsə, yəni özü bilər. Demokratik bir ölkək. Amma məsəl üçün ən çox da burada hicablı müəllimlərimiz varsa, onlara verilən suallardandır. Dinlə bağlı suallar bax ən çox da sizə veriləcəkdir. Azərbaycan rəsmi dövlət dini hansıdır? Məsələn, şagird sizdən məlumat almaq istəsə din barədə necə nə məsləhət görərsiniz, nə deyərsiniz və yaxud da dinlə bağlı hansı maarifləndirici söhbətlər apararsınız? Yəni bu cürə suallar veriləcək. Ona görə də bunlara hazır olmaq lazımdır. Və eyni zamanda qeyd edirik ki, o yaşıl rəng, yəni orada bəzən məsəl üçün sual veriləndə deyirlər ki, dinimizin İslam dini olduğunu. Bu yanlışdır. Yanlışdır. Bunu necə deməlisiniz? Necə deməlisiniz? Bunu belə deməlisiniz ki,
yaşıl rəng İslam sivilizasiyasına, İslam mədəniyyətinə mənsub olduğumuzu bildirir. Düzdürmü? İslam sivilizasiyasına və İslam mədəniyyətinə mənsub olduğumuzu bildirir. İslam mədəniyyəti ayrıdır, İslam sivilizasiyası, mədəniyyəti ayrıdır, İslam dini ayrıdır. Yəni bu İslam sivilizasiyası o demək deyil dinə. İslam mədəniyyəti deyəndə bunun tarixi, bunun kökü gedir çıxır orta əsrlərə. Tarixçilər varsa burada daha yaxşı bilər. Bunun deməli kökü gedir çıxır tarix orta əsrlərə. Orta əsrlərdə bir neçə dövlətlər bir araya gəlib, elmdir, incəsənətdir, tarixdir, sonra musiqidir. Yəni bu elmləri yaratmışdılar, bir araya gəlib yaratmışdılar. Bəli, o zaman da orta əsrlərdə ərəb dili sistemdə idi. Ərəb dilində yazıb yaratmaq var idi və bu zamanda, yəni bir neçə başqa bir ölkələr, onların hərəsi bir dinə deyək ki, sitayiş edirdi. Hərəsinin bir farsdır, Azərbaycandır, türkdür, sonra bərbərlərdir. Başqa məsəl üçün ərəblərdir. Yəni bunlar başqa-başqa ölkələr də var idi, dövlətlər də var idi. Yəni bunların bir araya gəlib yaradıcılığı deyək də, yaradıcılığı var idi. Bu nə adlanırdı? Bu mənəvi irs deyilən bir anlayış var idi. Bu adlanırdı İslam sivilizasiyası, İslam mədəniyyəti. Bax o mənəvi dəyərlərimiz ki var, böyüyə hörmət, kiçiyə hörmət, qonaqpərvərlik, sonra deyək ki, xeyriyyətçilik, bunların hər biri İslam mədəniyyətinin, İslam sivilizasiyasına mənsubluğudur. Yəni mədəni irs kimi gedir və yaşıl rəng də onu simvolizə edir. İslam sivilizasiyasına mənsubluğumuzu və eyni zamanda İslam mədəniyyətinə də mənsubluğumuzu deyə bilərsiniz. Amma yaşıl rəng dinimizin İslam dini olduğunu bildirir qətiyyən. Başqa məsəl üçün sual verilə bilər ki sizə, miqçilər var burada, miqçilər. Avqust qrupundan qoşulan miqçilərimiz var burada. Bəli. Bəli, var müəllimə. Sənə müəllimə, sizsiniz? Bəli, bəli. Həm miqdə, həm sertifikatsa sizə atdım balımı, bala da gəlib. Bəli, çox gözəl. Sizlə bir ömür yol getmişik. Hə. Deməli, sənə müəllimə, belə deyim sizə. Ali qanun hansıdır? Azərbaycanda ali qanun nədir? Deyəndə nə başa düşürsüz? Ali qanun. Ali qanunumuz məmə bu kurikulumla bağlı olan deyirsiniz? Yox, dövlətlə bağlı, yəni. Aha, dövlətlə bağlıdır. Yəni bu dünya görüşü ilə bağlı olan sualdır. Müsahibəyə gedəcəksiniz inşallah. Müsahibədə veriləcək suallardandır. Dövlət konstitusiyası. Bəli. Hə, konstitusiyamız. Bəs yaxşı, ali qanunvericilik orqan hansıdır? Ali qanunverici orqan. Milli Məclis idi. Ayda, Milli Məclisdir, doğrudur. Yaxşı, sənə müəllimə, Heydər Əliyev Fondunun vitse-prezidenti kimdir? Mehriban Əliyeva. Vitse-prezident. Yox. Bir dəqiqə, Heydər Əliyev Fondunda, qızı Leyla Əliyeva. Leyla Əliyeva. Leyla Əliyeva, bəli, doğrudur. Əsrin müqaviləsi neçənci ildə bağlanıb? Yadımda deyil. Əsrin müqaviləsi 94-cü il olmasın müəllimə, səhv etmirəmsə. bəli, 94-cü ildir. 94 neçə? Tarixi neçədir? Ay neçədir? 94-cü ilin 20 sentyabrında. Harda bağlanıbdı? Əsrin müqaviləsi ümumiyyətlə nədir? Bu haqda geniş danışa bilərsiniz. Əsrin müqaviləsi nədir? Bişkekdə bağlanıbdı, Qırğızistanda. Bakıda, Gülüstan sarayında. Bakıda Gülüstan sarayında bağlanıbdı. Neft sazişidir. 8 ölkə, 13 neft şirkətinin belə deyək də iştirak etdiyi 13 neft şirkətinin arasında bağlanan bir neft sazişidir. Yaxşı, Azərbaycanın birinci prezidenti kim olub? Azərbaycanın birinci prezidenti kim oldu? Ayaz Mütəllibov. Ayaz Mütəllibov, düzdür. Doğrudur. Başqa məsəl üçün bircə dəqiqə üzr istəyirəm. Hə, Azərbaycanın dedim ki, birinci prezidenti kim olubdu? Ayaz Mütəllibov, düzdürmü? Ayaz Mütəllibov. Bəs yaxşı. İlham Əliyev sonuncu seçkilərdə harada səs vermişdi? Azərbaycanın hansı şəhərində səs vermişdi sonuncu seçkilərdə? Kəndində. Xankəndində səs vermişdi. Bəli, doğrudur.
Xan kəndində. Başqa məsəl konstitusiyamız neçənci ildə qəbul olunub? 95. 95-ci 12 noyabr. 95-ci il 12 noyabrda qəbul olunub müəllimə. 12 noyabrında, doğrudur. 95-ci ilin 1995-ci il 12 noyabrda qəbul olunubdur. Doğrudur. Sonra başqa məsəl üçün təhsil qanunu barədə sual veriləcək sizə. Təhsil qanunu neçənci ildə qəbul olunubdur və konstitusiyamızın neçənci maddəsində təhsil qanunundan danışılır? 2009-da qəbul olunub da. 2009 neçə? Tarix neçədir? 2009 19. İyul, o 15 iyul. 19 iyun. 19 iyun. 2009 19 iyunda deyəcək ki, təhsil haqqında qanun qəbul olunubdur. Konstitusiyanın neçənci maddəsində təhsil qanunundan danışılır və təhsil qanununa aid olanlar hansılardır? Yəni o təhsil qanununda nələr öz əksini tapıbdır? Sertifikasiya da verilə bilər. 42-ci maddədə müəllimə. Təhsil 42-ci qanunu maddədə. 42-ci maddədə. Bəli, bəli. 42-ci maddəsində təhsil qanunundan danışılır. Hansı deyək ki, var idi orada, yəni nələr öz əksini tapmışdı orada? Hər bir şəxsin təhsil alma hüququ var. Təhsil almaq hüququ Hər bir vardır. vətəndaşın təhsil alma hüququ var. Bəli, dövlət Dövlət minimum təhsil almasını Dövlət təmin edir. Bir də pulsuz, dövlət yox, dövlət pulsuz icbari ümumi orta təhsil alma hüququ verir. Və eyni zamanda deyirik ki, istedadlı şəxslərin təhsil almasına şərait yaradır, istedadlı gənclərin. aha, Bir də dövlət minimum belə deyim ki, avadanlıqlarla təmin edir, maksimum yox, minimum minimum. təhsil standartlarını müəyyən edir Hı -hı. və təhsil sisteminə dövlət tərəfindən Nəzarət edir. nəzarət Nəzarət olunur. olunur. Bəli, doğrudur. Bəs konstitusiya neçə maddədən ibarət? Neçə bölmə, neçə fəsil, neçə maddədən ibarətdir? Miqə gedənlər. Səsiniz gəlsin. 47. Aha. Neçə maddədən ibarətdir konstitusiyamız? %56. 156, 2 də üstünə gəlin. Tam olsun. 158. 158 maddədən ibarətdir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 12 fəsil, 5 bölmə, 158 maddədən ibarətdir. Doğrudur. Belə deyim sizə. Başqa məsəl sual verilə bilər. Terminlər var ki, bu terminlərin mənasını bilmək lazımdır, əsasdır. Məsəl üçün orada elementar bir termin verilə bilər. Məsəl üçün referendum nədir müəllimlər? Referendum. Referendum nədir? Xalqın səs verməsi deməkdir, müəllimə səhv etmirəmsə. Mhm. Səs vermə yolu ilə, yəni keçirilən hər hansı bir iclas deyək də, xalqın əleyhinə, Doğru. xalqın fikirləri də nəzərə alınır. Ay son. Yəni ümumxalq səs vermə. Bəli. Sənə müəllimə sizdən soruşuram. Sizin əvəzinizdə hamı cavab verdi. Mən də oxumamışam axı bunları. Siz atmısınız qrupa. Mənim ilk dərsimdir. Hə. Mən də miqdə yadımda qalanlardı müəllimə. Bilmirəm nə dərəcədə yadımda qalıb. Yoxdur. Ona görə. Referendum sözünün mənası ümumxalq səs verməsi, ümumxalq səs vermə deməkdir. Bəli, doğrudur. Yaxşı. Bəs miqə hazırlaşan müəllimlər cavab versin. Heydər Əliyevin ümumi liderimiz Heydər Əliyevin dövründə, hakimiyyət illərində hansı islahatlar, yeniliklər olmuşdur? Müəllimə səhv etmirəmsə təhsil islahatları olmuşdur, səhv etmirəmsə. Başqa? Başqa kim cavab vermək? 95-də qəbul olunmuyor. 95-də nə qəbul olunub dünya müəllimə? Təhsil qanunu. Yox. 95-də konstitusiyamız qəbul olunubdur. Bəli, konstitusiyanın qəbul olunmağı da məhz Heydər Əliyevin hakimiyyət illərinə düşür. Heydər Əliyevin hakimiyyət illərində qəbul olunubdur. Bəli. Sonra nə olubdur? Ümumiyyətlə Heydər Əliyev neçənci ildə hakimiyyətə gəlibdir? Siz bilirsiniz ki, Heydər Əliyevdən, İlham Əliyevdən, Mehriban 93-cü ildə müəllimə. xanımlar olacaq. 93-cü ildə.
93 oktyabr ayının 5-i olmalıdır, səhv etmirəmsə. And içmə 1900 mərasimi olmuşdur. 1993-cü ildə hakimiyyətə gəlibdir. Hə. Neçənci ilə Yəni qədər? 2002-ci ilə qədər. 2003-cü ilə qədər. 2010 yox, 2003-cü 2003-ə Bəli, qədər. Lalə Aha. müəllimə. 2012-ci ilə qədər. Yox, 2003-ə qədər. 2003-ə 2002-ci ilə qədər qədər. gəldi. Hə, Aha. 2003-ə qədər. Bəli. 2012-də yox idi, ay dünya müəllimə, Allah rəhmət eləsin. O şeyi qəti deyilməm. Mən bacım nişanlanan günü rəhmətə getmişdi. Yəni neçə il olub? Hə, Allah 2003 rəhmət eləsin. Hə. Hə. Bilirik ki, Ölən- onun vəfatı da bir başqa cür olmasın, amma hətta yəni xarici ölkədə olduğuna görə nəşinin Azərbaycana gətirilməsi bir müddət vaxt almışdı. Yəni dəfn günü dekabr ayının 12-si oldu. Ancaq yəni ola bilər ki, indi vəfatı 3-5 gün Yaxşı, əvvəl bəs ola bilər. harda vəfat eləyib, harda dəfn olunub? Memorial xəstəxanada müəllimə səhv etmirəmsə. Yox. Amerika Birləşmiş Ştatlarında Cleveland xəstəxanasında. Cleveland nədir? Hə, xəstəxanasında. Hə. Bəli, xəstəxanasında vəfat etmişdir. Bəs harda dəfn olunmuşdur? Fəxri xiyabanda, birinci Fəxri xiyabanda. Xiyabanda. Bakıda 1-ci Fəxri xiyabanda dəfn olunmuşdur. Doğrudur. Zərifə Bəs xanım yaxşı. Əliyevanın qarşısında, arxa tərəfində. Aysu. Bəs yaxşı. Bəs yaxşı. Belə deyim. İlham Əliyevin hakimiyyət illəri və eyni zamanda neçə dəfə prezident seçilib? 5 dəfə məncə. Məncə 5 İki dəfə. dəfə. Müəllimə, ilk əvvəllər fikrimi belə ifadə etmək istəyirəm ki, ilk əvvəllər Konstitusiyanın qanununa əsasən 5 ildən bir prezident seçkiləri keçirilirdi. Aha. 2 dəfə 5 ildən bir seçkidə qalib gəlmişdi. Daha sonra isə bir dəfə səhv etmirəmsə 10 ildən bir olmuşdu. Artıq sonuncu dəfə ömürlük prezident seçilmişdi. Bəli, bəli, bəli. Soruşacaqlar, niyə soruşmurlar? Deməli müəllimə 2 Seçkiyə- dəfə 5 ildən bir dəfə 10 ildən bir, sonra da ömürlük. 5 dəfə prezident seçilibdir. Deməli, birinci seçilibdir 2003-də, 2003, 2008, sonra gəlib 2013. 2008, 2013, sonra 2013-dən getdik 2018-ə, 2018-dən də gəldik bu tərəfə 2020. 8. Aha, axırıncı seçkilər nə vaxt olub? Axırıncı seçki 2020 neçədə? Axırıncı. 2023 idi də müəllimə, axırıncı seçkilər. Qarabağda olmuşdu. 24-də 2024-ün fevralında. 24-ün fevralın neçəsi? Fevralın neçəsi idi ay Allah. Fevralın 7-si. Bəli, doğrudur, 7-si. Sonra İlham Əliyev neçənci ildə anadan olub və harda? Hı. 1965-ci ildə. 67-ci ildə. 61-ci ildə. 1961-ci ildə Bakıda anadan olubdu. Bəli, doğrudur. Bəli. Bəs Mehriban xanım 60 olubdu. 60 olubdu. Demək olar ki, bəs Mehriban xanım neçənci ildə anadan olub? Mehriban xanım neçənci ildə anadan olub? Avqust ayının 25-də mən isə xatırlamıramsa 64-cü ildir. Yox, avqust ayının 25-i deyil. Mənim ad günümdən bir gün sonradır. 25-i mənim, 26-da Mehriban xanım. Laf yaxşı, çox gözəl. Mənim neçə yaşı var dəqiq? Mehriban xanımın 1964-cü ildə anadan olubdu. 64 oradan 60 2026-da buradan. Neçə il? 60. Aha, bəli. 1960 26. Məndən neçə yaş böyükdür o? Hə. Deməli, müəllimlər, sertifikasiya suallarında düşə bilərmi? Ehtimal, yəni bu dərəcədə xırdalıqlarına qədər xeyr, ehtimal yoxdur. Düşmə ehtimalı yoxdur. Amma məsəl üçün 10 may nə günüdür? Məsələn, belə sual verilə bilər. 10 may nə günüdür? Elementar bayramı. Gül bayramı. Gül bayramı, yəni birinci növbədə deməliyik ki, ümumilli lider Heydər Əliyevin doğum günüdür. Bu da Gül bayramı kimi. O ayın onu deyil axı müəllimə, Gül bayramı. Həm də biz ondan əvvəl mən elə bilirəm ki, qələbə Biri maydı müəllimə. 10 may deyəndə ancaq Heydər deyirik də.
11 1 may Gül mayda bayramı olacaq yəni ki, ki gül bayramıdır. Səsləri bağlayın, Hmm. Səmət olmasa səsləri Ay bağlayın. müəllimlər, 1 Amma- mayda pant olurdu. O vaxt Qəbələdə voyeni Qarabük olanda biz Oh my uşaq idik, pant olurdu. Deyəcək ki, 10 may nə günüdür? parad olub 1 mayda. Dünya Bircə müəllimə, dəqiqə səhv etmirəmsə mən səsləri bağlayın. Hər birim səsləri bağlayın. Mənlə bərabər danışmayın. Deməli, deyəcək ki, 10 may nə günüdür? 10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür. Bəli. Heydər Əliyevin doğum günüdür. Başqa məsəl üçün sual verilə bilər. Sertifikasiyada atributlarımızdan sual veriləcək. Təsəvvür edin ki, atributlarımızı bilməyən müəllimlərimiz var. Atributlarımız hansılardır? Atribut deməyək, alınma sözdür. Rəmzlər, simvollar. bayrağımız, bayrağımızın üzərində olan ay ulduz, bayrağımızın rəngləri, ay ulduzun üzərində təsvir olunan sümbül, Elə palıd bayraq, yarpağı, gerb, himn. Eləmi? gerbimiz, Bayrağımız, himnimiz, bəli, gerbimiz, himnimiz. himnimiz. Azərbaycan Respublikasının bayrağı, Azərbaycan Respublikasının himni, Azərbaycan Respublikasının deməli gerbisi. Aha, pul. Yox, pul deyil. Bir müəllimə də demişdi, İlham Əliyev, prezident. Hə. Deməli, başqa məsəl üçün sual verilə bilər ki, orada soruşulsa ki, o bayrağın üzərində olan o ay ulduz nəyi bildirir? Mənasını bilirsiniz. Hətta o Ay bayrağın ulduz müəllimə bizim qalxanı var. bilirik ki, A- günəşli bayrağın ölkə bir olduğumuzu bayrağın bildirir. bayrağın o ucqar hissəsində, yəni o başında qalxan var. O qalxan nəyi bildirir? Ay ulduz nəyi bildirir? Müəllimə, ay ulduz biz belə deyim ki, mən müsahibəyə hazırlaşanda oradakı materiallardan yadıma qalıb. Onlar ölkəsi olduğumuzu bildirir. Günəşlər diyarı bizə müəllim belə demişdi. Bir də ulduzumuz 8 güşəli olduğuna görə 8 ölkəyə çıxışımızı bildirirdi. Mən elə öyrənmişdim. Amma qalxanı bilmirəm müəllimə, ilk dəfə eşitdim sizdən. Yəni elə bir sualla qarşılaşmamışam. Ay onu bildirir ki, türklüyün rəmzidir. Türklüyün. O vaxtda türk döyüşçülərinin alnında belə ay işarəsi olurmuş və ondan yəni türklüyümüzü bildirir. 8 güşəli ulduz isə 8 güşəli ulduz Azərbaycanın ərəb əlifbasında belə deyək də 8 hərfdən ibarət olduğunu göstərirdi. Yəni göstərir, bunu xarakterizə edir. Qalxan nəyi bildirir? Azərbaycanın hər zaman döyüşə hazırlıqlı olduğunu bildirir. Döyüşkən, cəsur millət olduğumuzu bildirir. Bəli, qorxmaz, cəsarətli, döyüşə hazır olan bir millətik bunu bildirir. Güclü, bəli. Bəs yaxşı, repressiyaya məruz qalmış şairlərimiz kimdir? Azərbaycan şairləri. Repressiyaya məruz qalmış. Mikail Müçrüqü ilə belə deyim ki, ilk öncə Mikail Müçrüqün adını çəkə bilərik. Mikail Müçrüq, Hüseyn Cavid var onların içərisində. Əhməd Cavad, Hüseyn Cavid, Mikail Müşfiq, bəli, doğrudur. Doğrudur. Yusif Vəzir Çəmənzəminli. Aha, biz Heydər Əliyevin hakimiyyəti illərində keçirdiyi islahatları dedik, yoxsa onu kimsə dedi? O sualı kimsə cavab Sən aldı? mənə sual verdiniz, mən təhsil qanunu dedim, sonra davamını gətirə bilmədim. Hə, Dünya müəllimə də konstitusiya demişdi. Bəli, konstitusiyamız 1995-ci ildə konstitusiyamız qəbul olunmuşdu. 1994-cü ildə əsrin müqaviləsi bağlanmışdı, saziş imzalanmışdı. Sonra 1996-cı ildə torpaq islahatı keçirilmişdi. Sonra 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olunmuşdu. Bəli. Ölüm hökmü ləğv olunmuş 1998-ci ildə. 1998-ci ildə ilk dəfə Heydər Əliyev ölüm hökmünü ləğv elədi. Ölüm cəzasını ləğv elədi, bəli. 1998-ci ildə. Bəli, bu islahatları da öyrənmək lazımdır. Başqa sertifikasiyaya hazırlaşan müəllimlərimizdən. Sertifikasiyaya hazırlaşan müəllimlər. Buyurun, sualınız var. Aha, deməli, Lalə Bədəlova. Lalə Bədəlova. Lalə müəllimə, axşamınız xeyir olsun. Sizə sualım var. Baxın, valideyn iclaslarını necə keçirirsiniz? Valideyn iclasları necə keçiririk, yəni? Valideyn iclaslarını necə keçirirsiniz?
Sentyabrın Ayda bir əvvəlində dəfə. keçiririk. Necə keçirəcəyində çağırırıq. Yəni keçiririk də müəllimə, yəni nə problem varsa, nə deməliyiksə, nə Aha. müzakirələr hamısını edirik bu arada. Yaxşı. Sentyabrda birinci, Aha. ilin əvvəlində, Yaxşı. Bəs sonra çağırdıq ilin valideynləri birinci yığdıq ora. ayının sonunda. Deməli müəllimə, çağırdıq valideynləri yığdıq ora. Ümumi bir valideyn iclası təşkil edirik. Orada nədən danışırsınız? Valideyn iclasında hansı məsələləri müzakirə edirsiniz? Ümumi. İlin əvvəlində müəllimə formalardan, sonra kitabların verilməsi, yəni sonra ilin əvvəlində, yəni sentyabr ayında olandı bu. Başqa nə edək? Aha. İlin əvvəlində Ümumi məsələlərdə, yəni fərdi söhbətlər yox, ümumi bütün şagirdlərə aid olan söhbətlər edirik orada. Şagirdlərə aid olan söhbətləri etmək olarmı? Ümumi iclaslarda. Bir sözdə Deyir müəllimə. Tədris ilinin ilk həftəsində pozitiv bir valideyn iclası keçiririk. Nə üçün? Tanışlıq üçün. Pozitiv. Ümumiyyətlə valideynlə müəllimin münasibəti, əməkdaşlığı pozitivlik üzərində qurulmalıdır. Və eyni zamanda biz ilin əvvəlində pozitiv bir valideyn iclası keçiririk. Deməli valideynlərlə tanış oluruq, təşəbbüsü ələ alırıq və burada hər hansı bir məktəblə bağlı olan məsələləri qeyd edirik. Məsələn, məktəbli formasıdır, qiymətləndirmə siyasəti barədə yeniliklərdən valideynləri də məlumatlandırırıq ki, savab pürsüyün üstümüzə gəlməsin. Düzdür? Gəlib deyəcək ki, bu qiymətləri niyə qiymət yazmırsan gündəlik olaraq? Bu kimi problemləri yaşamayaq deyə ilin əvvəlindən biz iclas keçiririk qiymətləndirmə siyasəti barədə, ümumiyyətlə yeniliklər barədə, məktəbli geyimidir, qızların geyimidir, oğlanların geyimidir, necə gəlməlidir, gündəlik davamlı olmalıdır. Bəli, bu haqda da və yaxud da maarifləndirici söhbət aparırıqsa ümumi keçiririk. Bullying haqqında, erkən nikah haqqında, zərərli vərdişlər haqqında ümumi bir valideyn iclası keçiririk. Bəli, keçirə bilərik. Məktəbimizin uğuru, məktəbimiz deyək ki, neçənci yerə çıxıb, deyək birinci yerə çıxdı hər hansı bir müsabiqədə. Hə, o zaman uşağın uğuru yox. Uşaq gedib məsələn hər hansı bir olimpiyadada birinci yerə çıxıbsa, uşaq tək özü və ya da 600-700 bal yığsa, bundan ötürü valideyni oraya yığmaq qətiyyən olmaz. Məktəbin uğuru, ümumi bir uğuru varsa, bəli, ümumi keçirə bilir. Ümumi məsələlərdə, ümumi məsələlər, bütün sinif aid olan. Bəli, bəli. Amma əgər şagirdin davranışı haqqında, oxumağı haqqında, hətta yaxşı oxuyan uşaq belə olsa, onun haqqında danışmalıyam o iclasda? Narazıçılığım və ya da bir xəbərim var, məlumat vermək istəyirəmsə? İclasdan fərdi söhbətləmək olar, iclasdan sonra. Fərdi şəkildə saxlayıb. Nərgiz müəllimə, bir sual verim. Biz valideynləri ora çağırarkən iclasa, təbii ki, indi sinifdirsə, biz sinif işlərini danışacağıq da, orada şagirdlər də, belə deyim, sinifin bir üzvüdür də. Biz şagirdlər haqqında orada məlumat verməyəcəksə, o iclası niyə təşkil edirik? Elə şəxsidə hər birinə ayrı-ayrı məlumat verək də. Yox da indi siz məsəl üçün məktəbli forması haqqında hamısına durub ayrı-ayrı zəng eləyəsiniz ondan ötürü. Yəni məktəbli forması haqqında deyəndə bu bir sanki bir yazılmamış qanun formasını alıb artıq bunu hamı eyni cür qəbul edir də. Yox, indi bizim onun iclas sarmağa nə ehtiyac var ki, demək. Yox, müəllimə, biri var məsəl üçün problemlər olur, məsəl üçün ümumi olaraq uşaqların yarısı alır, yarısı almır və yaxud da narazı olanlar. Yəni ümumi bir yerə yığırıq fikrimizi, kimin narazılığı varsa, kim alacaq, kim almayacaq, köməklik lazımsa, ümumi olaraq yığırıq. Bir məsəl üçün olmasın məktəbli forması, olsa məsələn müasir qiymətləndirmə siyasəti. Müasir qiymətləndirmə siyasəti barədə, yeniliklər barədə bəli biz ümumiyyətlə nə etməliyik? Bunu tək-tək valideynə durub mən zəng eləyəsi deyiləm, məlumat verəsi deyilik. Ona görə də bir yerə yığırıq, sözümüzü deyirik. Maarifləndirici iclas keçirirsiniz. Bullying haqqında hərəsinə zəng edib deməyəcəksiniz ki, məsəl üçün bullying belədir, belə olanda məsəl üçün bullying nə deməkdir? Bu iclas bunu ayrı-ayrı eləyincə bunu maarifləndirici, yəni eyni təşkil edirik. Yəni birgə şəkildə, ümumi şəkildə təşkil edirik. Ona görə də bu cür məsələlər ümumi ola bilər. Bəs yaxşı, sinif iclaslarında valideyn iştirak edə bilərmi? Yəni valideynin iştirakı Sinif iclasında xeyr. Orada ancaq şagirdlərin fikrini alacağıq. Yəni sinifin idarə olunmasına aid bir nəsə məsələ müzakirə olunursa, orada valideynin iştirakı yox, şagirdin iştirakı lazımdır. Lalə müəllimə, sinif iclaslarını keçirərkən biz orada şagirdlərin necə keçiririk sinif iclaslarını? Məsələn, konflikt halı yaşanıbdır, siz sinif iclası keçirirsiniz. Orada şagirdi hər hansısa bir səhvinə görə tənqid etmək, eyni zamanda Yox, orada yəni bu da bütün şagirdlərin qabağında məncə düzgün fikir deyil o.
Kimindir, Fərdi kimin səhv etdiyini axtarmaq, kimdəsə günah axtarmaq düzgündürmü? Əlbəttə ki, yox. Məsələn, mən o boyda uşaqları bura yığmamışam ki, deyəm, uşaqlar kimdə sizcə kimdədir günah? Kim birinci məsələni başlatdı? Belə konflikt həll eləmək olarmı? Əlbəttə ki, uşaq Yox, mühakimə o etmədən hansı uşaq hansına yaxındırsa onun tərəfini tutacaq. Birinci, çünki uşaqdan söhbət gedir. Ona görə də məncə yox. Bəli, Ümumi ona görə şəkildə deməli, ümumi bir problemin xülasəsini sinifə təqdim edirik. Məsələn, ola bilər ki, sinifdə uşaq olar, belə deyim də, hər hansısa bir problemdən və yaxud da şagirdlərin arasında olan o konfliktdən xəbəri olmaya bilər. İndi uşaq var ki, sinifdə kimlənsə gərək ki, münasibətlər pozulanda heç xəbəri olmur. Deyir, məsələn, onlar nə vaxt dalaşdılar və yaxud da bu söhbət nə vaxt oldu. Ona görə də şagirdləri toplayırıq. Problemin ümumi bir xülasəsini sinifə təqdim edirik və hadisənin nə olduğunu yəni deyirik, çatdırırıq və şagirdlərə hər iki şagirdin də özünü ifadə etməsinə görə şərait yaradırıq, sonra vaxt veririk. Həmin o şagirdlər ikisi təhlikdə gedir, danışırlar, söhbət edirlər, sonra gəlib bütün sinifə məlumat verib, yəni bu problemi aradan qaldırırlar, yəni barışırlar. Risk qrupuna daxil olan uşaqlar hansılardır, Lalə müəllimə? Necə müəllimə? Risk qrupuna daxil olan uşaqlar hansılardır? Risk qrupuna o hər il bizdən istəyirlər əslində cədvələ, yəni cədvəl doldururlar risk qrupuna aid olan uşaqlar. Risk qrupuna. Necə deyim? Hansılardır məsəl üçün? Məsəl üçün məktəbə aid olmayan Valideyn ayrılan. Məsəl üçün valideynini itirmiş, natamam ailə, boşanmış ailələrin övladları, valideynini itirmiş, hər iki valideynini itirmiş, zərərli vərdişləri olan uşaqlar var. Sonra sağlamlıq imkanları məhdud şagirdlər var, müəyyən xəstəlikləri olan uşaqlar var. Məsəl üçün yoluxucudur və yaxud da xroniki xəstəliklərdir və yaxud da ağır əməliyyatlar keçirmiş uşaqlar var. Bunlar Bəli, qəyyumluqda və ya himayədə olan uşaqlar var, davranış pozuntuları olan uşaqlar var, emosional Məndə 9-cu sinifdə var idi, məndə elə uşaqlar, 3 uşaq şagird aid idi, orada mənim içində var idi, mənim sinifimdə. İndi yadıma. Bəli, davranış pozuntuları, emosional gərginlik yaşayan, özünə qapanan, asosialist uşaqlar var. Bunlar risk qrupuna daxil olan uşaqlardır. Doğrudur. Fikir verməyən, hə müəllimə? Bullyingə necə? Öz hərəkətlərinə yəni fikir verməyəndə. Bəli. Bilirsiniz, yalan, ən çox yalan danışan uşaqlar var. Bax bunlarda davranışlarını belə deyək də, davranış pozuntuları, müəllimə cavab qaytarmaqdır və yaxud da aqressivləşməkdir, aqressiv cavab verməkdir. Və bunların hər biri risk qrupuna daxildir. Bəli, zorakılığa, bullyingə məruz qalan, bullying edən və yaxud da bully deyirik də biz ona, bullyingi edən, törədən. Bullyingə məruz qalan da, bullyingi törədən də hər ikisi də risk qrupuna daxil olan uşaqlar sayılır. Yəni burada belə deyək də, istər ailəsi tərəfindən, istər məsəl üçün ola bilər ki, yoldaşları tərəfindən zorakılığa məruz qala bilər, şiddətə məruz qala bilər. Bəli, bunlar deməli risk qrupuna daxil olan uşaqlardır. Bəs hiperaktiv sözünün mənası nədir? Hiperaktiv həddindən artıq hərəkətləri, yəni Dəcəl şagirdlər. Dəcəl. Hərəkətli. Bir yerdə dayanmayan. Praktik şagirdlərdə daha çox dağınıqlıq, fikir dağınıqlığına, onlarda müşahidə olunur, fikir dağınıqlığı. Lalə müəllimə, onlarla işləmək sizə çətin olmur? Bəzən olur da müəllimə, yaxşı dərs gedən momentdə neçəlik yaradırsa istər-istəməz. Amma orada nə deyəcək? Deyəcək o qətiyyən. Ümumiyyətlə, müəllim həmin şagirdlərlə işləməyə bacarmalıdır həmin şagirdlərlə də. Məsələn, onu necə fəaliyyətə cəlb edirsiniz, Lalə müəllimə, həmin uşaqları? Uşaqla fərdi danışmaq olar müəllimə əvvəlcədən. Yəni, bir-iki dərsdə görür ki, yəni belədir, fərdi söhbətləmək olar ki, yəni olmaz da, yəni belə. Çünki şagirdlərin bağında demək, yəni deyil. Müəllimə, mən buna aid sual verəcəydim. Onun üçün xüsusi bir proqram varmı? O proqram əsasında biz o uşaqlarla davranaq. Bəs onu biz özümüzdən necə eləyək? Hər müəllimin özünün həyatı, belə deyim ki, şagirdə yanaşma tərzi var. O sizin praktikanıza qalıb artıq. Bax, orada onun cavabını alırlar sizdən ki, görün müəllim bu şagirdlə bacaracaq. Göz qabağında, elə uşaqları göz qabağında nəzarətdə saxlamaq lazımdır. Məsələn, gətirib ön partada
oturtmaq lazımdır. Onun yəni o hiperaktiv şagirddə məsələn ona uyğun rollu oyunlar, yaxud da hərəkətli Üsullar. oyunlarmı, bəli, üsullardan, bəli, o üsullardan istifadə edərək dərsə cəlb eləmək Bəli, lazımdır. bəli. Yəni bir sözlə o sadə dildə deyim, yəni öz danışıq tərzimizdəki kimi deyim, dərsin ancaq başını dərslə qatmaq lazımdır o uşağın. Uşaq boş qalanda əlbəttə ki, nadinclik eləyir. Əlbəttə ki, istər-istəməz hərəkətli uşaqlar var ki, əsəbləşdirir. Yəni ona görə də bu kimi halların yaşanmaması üçün şagirdi fəaliyyətə cəlb eləmək lazımdır. Onun da öyrənmə tərzinə uyğun şəkildə. Əlbəttə ki, siz məsəl üçün bir dənə tapşırığı gətirib o şagirdin qarşısına qoysanız, əlbəttə ki, ona maraqlı gəlməyəcək, o işləməyəcək. Çünki bilirsiniz niyə? O hərəkətliliyi sevir. O deyir ki, mənə məsəl üçün çıxar lövhəyə, gəlin məsələn coğrafiya dərsidirsə, xəritədə göstərim, xəritənin şəklini çəkim, qlobusda göstərim. Bu onu sevir. Marağı hansı tərəfin marağı daha çoxsa ora yönəltmək Bəli, lazımdır ki, bəli. yəni. Məsələn, musiqi müəllimlərimiz qəşəng rollu oyunlar verə bilər. Sonra məsəl üçün verə bilər, rəqs etməyi verə bilər. Onlar rəqs etməyi çox sevirlər. Bəli, yəni bu öyrənmə tərzinə uyğun şəkildə fəaliyyətlər tapşırırıq, tapşırıqlar veririk, fəaliyyətə cəlb edirik. Yəni elə uşaqları boşlayanda Bəli, bəli. Həmin uşaqların özünün birinci növbədə xarakterizə, inkişaf yönümlülük. Bu şəxsiyyət yönümlülük var bizdə kurikulumda. Hər bir uşaqların fərdi şəxsiyyət yönümlülük deyirlər də. Onlara uyğun həmin obrazı tapırsan, onlar da elə lider özünü hiss eləyirlər. Niyə görə? O demək deyil, onlara üz veririk. Yox. Amma ən azından onlar öz obrazlarını elə 45 dəqiqədə biri var, açıq deyəcəm də, bax, yaşlı müəllimə qanmır. Başa düşmür də. Yəni, ayağını qaldıracaq, stulu qacaq. Boş qoysan onu, səsini kəssən, sinifi dağıdacaq arxada da və uşaqları da dərsi də pozacaq. Ona görə də birinci növbədə həmin ki uşaqları ki biz görürük sentyabrda qaydaya uyğun olmayan uşaqlardır, çətin tərbiyə olanlardılar. Bu indi gələn uşaqların çoxsu belədir. Səhhətlərinlə də belə gəlirlər. Şəkər problemi gəlirlər, yəni başqa bir autizmlə gəlirlər. Çoxları da valideyn məcburiyyəti ilə gətirib ayrı dərs keçmirlər, yəni sinifə gətirib salırlar. Ona görə də bir dənə üsul var bütün müəllimlərə. Onları neyinirik? Qəşəng, veririk, işlədirik. Texnologiyadır, qoy işləsin. Nə qəşəng düzəltdin, səndən yoxdur, bir dənədir səndən. Əhsən, afərin, qutardım. Olmuşdu, məndə də hələ bir hal bu Kəmalı müəllimə deyən kimi, çox təcəlli eləyirdi. Axır, neynədim, gəlib, bu həftədə gördüm ki, yox, özümdən çıxardı. Gələn həftə gəlib deyən ki, bugün mən yaxşı bir xəbər almışam. Nədir deyib dayandı, öz sinifim idi. Mən deyim ki, bugün Rəvandan çox qəşəng, yəni, müəllimlər danışırdı ki, yəni Rəvan biraz yaxşıdır, düzəlib, yəni çox sakitləşib, belə. Mən də yalandan yaşadım qalmadı. Görürəm ki, yəni təriflədim də mən bu uşaqların qabağında bunu. Gördüm ki, Rəvan yavaş-yavaş öz qaydasına qayıtdı, yəni təriflədim deyib. Yəni, çünki bunu uşaqların qabağında danlayanda uşaq daha da yəni pis olur, belə deyim. Daha da çox. Bəli, yəni kiçik uğurunu belə qeyd eləməlisiniz. Nə olsun ki, o siz tapşırıq vermisiniz, amma o məsəl üçün deyək ki, şəkil çəkib, məsəl üçün hər hansısa bir musiqi aləti ilə bağlı bir tapşırıqda, amma o musiqi alətinin şəklini çəkibdir. Onu belə vurğulamalısınız, qeyd etməlisiniz ki, o motivasiya olsun. Daxili motivasiyasını, xarici motivasiyasını daima qorumalısınız. Həmin şagirdləri həvəsləndirməlisiniz. Dərsə cəlb edərək, fəaliyyətlər verərək. Təbii ki, öyrənmə tərzlərinə, öyrənmə xüsusiyyətlərinə uyğun olaraq. Yəni, belə şagirdlərə biz diferensial yanaşmalıyıq. Diferensial. Bəli. Sonra qəti şəkildə orada demirik ki, məsəl üçün fərdi söhbət edirəm o uşaqlarla ki, belə olmaz, özünü belə apar və yaxud da dərsdə belə olar. Yox, o uşaqların xarakteri, yəni o belə bir, yəni bir sözlə o tipi odur da, yəni siz ona fərdi söhbət eləsəz belə, o hərəkətli uşaqdır. O heç kəsə məsəl üçün baxırıq ki, heç kəsə maneçilik eləmir, dərsdən əlavə bir söhbətlər aparmır, amma hərəkətlidir də, yəni hərəkətliliyi sevir. Buna görə də əlbəttə bunu da nəzərə alıb onun belə deyək, dərs pozuntusu ayrıdır. Dərs pozuntusu eləyərsə əgər, əlbəttə ki, fərdi söhbət aparılmalıdır, dərs pozuntusu. Amma elə uşaqlar dərs pozuntusu etmir. Hər hansısa bir məfhum nəsə yazır, çəkir.
Bəli, bəli, bəli. Yoldaşı ilə nəsə bölüşür. Amma elə uşaqları fəaliyyətə cəlb edəndə inanın ki, digər uşaqlardan da aktiv əməkdaşlıq, düzgün konstruktiv əməkdaşlıq edə bilir, düzgün ünsiyyət qura bilir, sosial bacarıqları çox güclü olur həmin uşaqlarda. Bəs yaxşı, zəif şagirdləri necə cəlb edərsiniz öyrənmə prosesinə? Zəif şagirdlərim, yəni bütün siniflərdə var belə bir hal. Zəif şagird bəzən olur da, yəni oxumayan uşaqlar var həqiqətən, yəni real baxaq buna. Tutaq ki, ümumiyyətlə heç bir cavab vermək istəməyən uşaqlar var. Heç kitabı açmaq istəməyən uşaqlar var, düz desəm. O uşaqlara dərsin içində deyirəm ki, heç olmasa bir balaca abzas deyirəm, bir balaca abzas. Tutaq ki, 2 cümlədən ibarət. Onu oxu deyirəm, yəni onu uyğun da qiymətləndirirəm. Sabah deyirəm ki, bir cümlə əlavə elə ora. Tutaq ki, qrup işi işləyəndə də hələ 5 uşaqdan ibarət, yəni uşaqlardır. Hərəsinə deyirəm ki, bu abzası sən oxu. Yəni bölürəm həmin o mövzunu, hərəsinə biraz çox yük düşməsin deyə. Yəni fasilitator, skafolding vasitələrindən istifadə edirsiniz həmin şagird üçün. Bəli, yəni orada görürsünüz ki, nəticə olur da. Həmin o zəif uşaqları, yəni verilən həmin o balaca abzaslardan da çalışıram ki, oradan da sual verim ki, o uşaqlar bir balaca, yəni qabağa getsin və bir nəticə olsun. Amma həqiqətən bir neçə dəfə yəni olub ki, biraz zəif uşaqlar olan səviyyələrə uyğun oturtdum. 5 şagird idi və onlara da mən də həmin günü eynən həmin o abzaslardan, yəni qəsdən, yəni sual saldım ki, o uşaqlar biraz qabaq. Həqiqətən o birisi, yəni yaxşı əlaçı oxuyan uşaqlardan da daha yüksək qiymət almışdı onlar uşaqlar. Əla. Birinci növbədə amma nə etməliyik? Birinci növbədə problem varsa, bilin ki, bir problem varsa, uşağın hər hansısa bir zəif nailiyyəti olsun, xoşa gəlməyən bir davranışı olsun və ya da sinifdə bir problem olsun, yadınızda saxlayın. O uşaqla fərdi söhbət aparıb birinci səbəbini soruşun. Bax, o oxumamağının, o zəif oxumağının və oxumamaq deyək və ya da deyək ki, heç oxumur və ya da zəif oxuyur və ya da hazırlıqsız gəlib. Bu zamanda nə etmək lazımdır? Söhbət aparıb onun səbəbini soruşmaq lazımdır. Heç nə səbəbsiz olmur, bilirik. O uşağın müxtəlif səbəbləri də ola bilər. Məsələn, ailə daxili problemləri ola bilər. Başa düşmədiyi üçün zəif oxuya bilər. Bəli, bəli. Psixoloji problemi ola bilər. Bullyingə məruz qala bilər zəif oxuyursa əgər. Çünki bullyingə məruz qalan şagirdin təlim nailiyyətləri aşağı enir, bilirsiniz. Yəni qəfildən aşağı enməyi, zəifləməyi, bullying əlaməti, şiddət, zorakılıq ola bilər. Ailə daxili problemlər də ola bilər. Yəni buna görə biz öyrənməliyik. Əgər şagird təbii ki, onun psixoloji problemi, travması, hər hansısa bir kənar təsirlər, eyni zamanda deyək ki, belə deyim, problemi varsa, psixoloq bizə köməklik edəcək bu işdə. Psixoloqla əməkdaşlıq mütləq şəkildə lazımdır. Yox, əgər sizə deyirsə ki, məsəl üçün, psixoloqla əməkdaşlıq eləyəcəyik, amma özümüz də bir müəllim kimi çalışacağıq ki, o şagirdi qaldıraq, dirildək. Ona görə də biz tədrisi birinci növbədə nə etməliyik? Diferensiallaşdırmalıyıq və şagirdin səviyyəsinə uyğun deyil. Zaten o zəif şagirddir. Onun səviyyəsindən biraz, belə deyək də, birinci növbədə skafolding vasitəsindən, skafoldingdir, fasilitator vasitələrindən istifadə edərək şagirdi kömək eləmək, başa düşməsinə, anlamasına, yəni mövzunu dərk etməsinə, öyrənməsinə köməklik etmək lazımdır ki, bu, belə deyək də, informasiyanı qəbul edə bilsin. Uşaq var ki, informasiyanı qəbul edə bilmir də, dediyimiz ona çatmır. Ona görə zəif oxuyur. Ona görə də nə etmək lazımdır? Şagirdə fərdi yanaşıb, eyni zamanda fərdi ehtiyaclarına uyğun şəkildə öyrənmə tərzlərini, xüsusiyyətlərini, intellekt tiplərini, bilik səviyyəsini nəzərə alaraq tapşırıqlar vermək, tədrisi diferensiallaşdırmaq, skafolding strategiyalarından, fasilitator bacarığımızdan istifadə edərək şagirdin təlim nailiyyətlərini qaldırmaq və eyni zamanda ən əsası konstruktiv rəydir. Konstruktiv rəy nədir? Şagirdi inkişafa aparan vasitədir. Ona görə də konstruktiv rəyimiz necə olmalıdır? Düzgün olmalıdır. Dəqiq, düzgün, aydın olmalıdır. Konstruktiv rəy verərkən də gələcəyə yönəlik rəylər verilməlidir. Bunu da bilirsiniz. Ayrıca olaraq gələn dəfə sual cavab edəcəm konstruktiv rəydən. Çünki hər zaman verdiyim suallardandır. Bu dəfə fərqli suallar vermək istəyirəm. Bəs yaxşı. Başqa məsəl üçün müəllimlərimizdən düzgün vaxtında verilməlidir. Bəli, doğrudur. Düzgün vaxtında, dəqiq, aydın şəkildə verilməlidir. Həssaslıqla verilməlidir. Amma ki, emosiyalara yönəlik olmamalıdır. Çünki emosiyalara yönəlik nədir? Emosiyalara yönəlik həddən artıq tərifə yer verilmiş
həddən artıq tərifə yer verilmiş rəydir. İdraka yönəlik olmalıdır, şəxsinə deyil. Baxın, belə bir sual verilsə ki sizə, qiymətləndirmə nə zaman şagirdin fəaliyyətinə müsbət təsir etməz? Əlbəttə ki, onun şəxsinə yönəlik rəy verdikdə, şəxsini qiymətləndirdikdə. Düzdürmü? Sonra Səba müəllimə. Səba müəllimə, danışmaq, səsi açmaq istəyirsiniz? Səsi açın, sual verim sizə. Müsbətdən başlamaq lazımdır. Bəli, müsbətdən başlamaq lazımdır. Sonra Tünzalə müəllimə. Başqa. Bizim aktiv müəllimlərimiz var, chatda yazır. Səsi bəlkə açasınız? Açmırsınız, özünüz bilin. Onda sual verirəm Lalə müəlliməyə. Lalə müəllimə, mutizm nədir? Mənə Bədalova Lalə müəllimə, Bəli. başqa Lalə müəllimə də var. Bəli, Bədalova. Neydi soruşdu? Mutizm? Aha, mutizm nədir? Mutizm. Danışa bilən və danışmaq istəməyən şagird. Danışa bildiyi halda danışmamağı seçməkdir. Düzdür? Danışmamağı seçməkdir. Danışmaq olduğu halda insanın müəyyən vəziyyətdə Bu nədən ola bilər? Bu şagirdlərdə bax müşahidə, ən çox müşahidə etdiyimiz bir anlayışdır. Baxırıq ki, şagird danışa bildiyi halda eşitməsi, danışığı qabiliyyətində amma danışmamağı seçir. Mutizmdir də müəllim bu. Mutizmdir, bəli. Nə əlamət, nəyin əlaməti ola bilər? Yəni nəyin nəticəsində uşaq bu hala düşə bilər? Məncə psixoloji travmadan sonra ola bilər. Qorxu nəticəsində ola bilər. Travma, yəni bunlarla bağlıdır. Bəli, psixoloji travma ola bilər, ailə daxili problem ola bilər, bullyingə məruz qala bilər. Düzdürmü? Bullyingə məruz qala bilər, bəli. Ona görə şiddətə məruz qala bilər, bəli. Bu zaman siz bu şagirdlərlə necə davranırsınız? Müəllim, elə bir hal baş verib bu il məndə, öz sinifimdə. Fərdi söhbətlər aparmışam. Yəni, qrup halında 3-4 uşaq bir uşağa qarşı olmuşdu. O uşaq çox depressiyaya düşmüşdü. Yəni, uşağın fərdi söhbət elədim. Hər bir şagirdlə bir ayrı-ayrılıqda çalışdım. Yəni, çalışdığım qədər aradan qaldırdım bu söhbəti. Məncə psixologdan da apardım ki, ayrı-ayrılıqda danışıb araşdırdım Söhbət söhbəti. aparsanız, bu bir müəllim kimi deyək ki, bu bizim işimiz deyil, bunu aradan qaldırmaq. Bu tək nəfərin işi deyil. Məktəbdə baş verən hadisədirsə də mənim Psixoloqa yönəldilməlidir, mutizm olan uşaqlar. Psixolog yoxdur bizdə, Biz yəni onlarla buna bacarmırıq da, yəni onu yoxdur psixologlar. İndi orada belə deyək də deməyəsiniz, bizim məktəbdə psixoloq yoxdur. Ümumiyyətlə deyəcəksiniz ki, psixoloqa yönləndirilməlidir. Yəni olmalı idi ki, yönləndirəsiniz. Bəli, olmalı idi. O sizin günahınız deyil ki, olmalı idi, yönləndirə bilərsiniz. Və o tək bir nəfərin işi deyil. Bu zaman məktəb rəhbərliyindən tutmuş, valideyn, müəllim, psixoloq, sinif rəhbəri, həmkarlar, bunların hər biri əməkdaşlıq etməlidir. Ki, o şagird haqda düzgün yanaşmaq lazımdır o şagirdə. O şagirdi məcbur etmək lazım deyil danışmağa. Və yaxud da biz fərdi şəkildə tək özümüz söhbət aparsaq, yenə də dəyişən bir şey olmayacaq. Çünki psixoloqla əməkdaşlıq mütləqdir. Onu psixoloqla ancaq belə deyək də nitqini geri qaytarmaq, yəni o danışmağa şərait yarada bilərik. Və eyni zamanda uşaqlara, yəni elə uşaqları nəzarətdən də qoymaq olmaz. Yəni kənarda saxlamaq olmaz ki, onsuz da məsəl üçün fəaliyyətə cəlb olunmur və yaxud da danışmaq istəmir, ona görə də məcbur eləməyim. Yox, bu cür də yanaşmaq olmaz. Həmin şagirdə bəli, kiçik tapşırıqlar veririk və onu qrupa yox, cütlərlə, yavaş-yavaş, tədricən, o da məcburi şəkildə yox. Birinci kiçik tapşırıqları veririk, sonra cütlərlə, yəni ola bilər parta yoldaşı ola bilər, ola bilər sinifdə hər hansısa bir yaxınlıq etdiyi bir şagird ola bilər. Onunla bir fəaliyyət veririk ki, yavaş-yavaş, tədricən o uşaq düzəlsin. Və psixoloqla da əməkdaşlıq, əlbəttə ki, psixoloqla da məsləhətləşəcəyik, psixoloq da bizə yol göstərəcək. Biz bir müəllim kimi üzərimizə düşən öhdəlik nədir? O şagirdi bezdirmədən, məcbur etmədən, təbii ki, onu fəaliyyətə cəlb etməyə bacarmaq lazımdır. Ona görə də tədricən cütlərlə işə, daha sonra yavaş-yavaş artıq görəcəksiniz ki, o uşaqda bu keçici bir haldır. Əgər keçici bir hal deyilsə, deməli o mutizm deyil.
Çünki mutizm keçici bir şeydir. Psixoloqla, müəllimlə birlik, əməkdaşlıq olanda, o uşağa deyək ki, dəstək olanda, kömək olanda, bəli, yavaş-yavaş o azalır, keçir. Amma əgər keçmirsə, məsələn, müəllim var ki, deyir bizdə illərlə elə uşaq var. Söhbət aparmışıq, hətta psixoloqa aparmışıq, nə bilim, dəstək göstərmişik, xeyri yox. Deməli o mutizm deyil. Artıq onun başqa deyək ki, səbəbləri ola bilər. Problemi ola bilər, bəli. Şovinizm nədir bəs? Özünə qapalı. Şovinizm nədir? Qatı millətçilik. Aha, nədir Göstərişi şovinizm? sevir də mən. Şovinizm insanlar göstərişi sevirlər elə bilirəm mən çox. Yox, şovinizm ifrat dərəcədə millətçilikdir. Millətçilik. Bir var millətçilik, o vətənpərvər, vətənini sevən, digər ölkələrdə hörmət edən, öz vətənini sevən, bu millətçilikdir. Vətənpərvərlikdir. Bir də var ki, ifrat dərəcədə millətçilik. Mən bütün ölkələrə, bütün deyək ki, öz vətənimdən başqa hamısına nifrət edirəm. Heç birinə hörmət eləmirəm. Heç birinin deyək ki, mədəniyyətini, dilini, dininə hörmət eləmirəm. Ancaq öz vətənimi sevirəm. Yəni digərlərini üstün hesab edir də özünü. Ay sağ olun. Öz vətənini hər şeydən üstün hesab edir. Ən idealı öz vətəni hesab edir. Bu da əlbəttə ki, düzgün bir şey deyil. Çünki biz tolerantlıq öyrənmişik. Tolerant bir ölkəyik. Yəni digər xalqların dininə, inancına, mədəniyyətinə hörmətlə yanaşıb onu qəbul edib, yəni qəbul etmək deyil, yəni hörmətlə yanaşmaq da özümlülük göstərmək deməkdir. Elə bir o tolerantlığın əksidir şovinizm. Yəni belə yadınızda saxlaya bilərsiniz. Sualınız varmı müəllimlər? Buyurun. Yox müəllimə, çox sağ olun. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun müəllimlər, sağ olun. Sağ olun. Sağ olun müəllimə. Sağ olun. Gecəniz xeyir.